Salam hörmətli həmkarlar və abituriyentlər. Bugün biz sizlərlə birlikdə MHŞ-in son aprel sınavının izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Natrium hidroksid deyir H3PO4 ilə reaksiya daxil olub. Deyir X həm qələvi, həm də H3PO4 ilə reaksiya daxil, yəni turşu ilə reaksiya daxil ola bilirsə. Bilirsiniz ki, natrium hidroksid ilə H3PO4-ün reaksiya məhsulları, hansı reaksiya məhsulları ola bilər? Təbii ki, burada həm normal duz əmələ gələ bilər, natrium artı fosfat. Həm turş duzlar yarana bilər. Turş duzlar da natrium dihidroartofosfat və natrium hidroartofosfat ola bilər. Əgər natrium hidroartofosfat olsa, natrium 2H-PO4 yaranacaq. Natrium dihidroartofosfat olsa, natrium H2PO4 yaranacaq və bunlardan həm qələvi ilə, həm də H3PO4 ilə reaksiya daxil ola biləcək duz olacaq natrium 2H-PO4. Niyə? Çünki natrium artı fosfatda natriumun artıq 3-ə qədər yeri var, artıq orada limit dolub və natrium OH-la reaksiyaya girə bilmir, yəni qələvi ilə gedə bilmir. Natrium dihidroartofosfat isə turşunun özü ilə reaksiyaya girə bilmir. Çünki natriumun artofosfat turşusuna əmələ gətirdiyi duzlarda dihidroya qədər yer var. Yəni H2PO4-dən sonra mən gəlib bura bir də H3PO4 birləşdirə bilmirəm. Yəni bu reaksiya getməyəcək. Amma natrium hidroartofosfat həm natrium OH-la reaksiyaya girib normal duz yarada bilər, həm də artofosfat turşusunun özündən reaksiyaya girib dihidroduz yarada bilər. Deməli, burada X deyəndə natrium 2H-PO4 nəzərdə tutuldu. Natrium 2H-PO4 üzərindən gəlin, baxaq görək hansı variantlar doğru olacaq. Hidroduzdur, bəli, hidroartofosfatdır, deməli bu doğrudur. 2 mərhələdə dissosiasiya edir. Siz bilirsiniz ki, turş duzlar hidrogen sayından 1 vaat artıq mərhələdə ionlara dissosiasiya edir. Burada hidrogen sayı 1-dirsə, 1-dən 1 vaat artıq mərhələ 2 deməkdir. Deməli, həqiqətən 2 mərhələdə ionlara dissosiasiya edəcək. 1 molda 2 natrium atomu var. Həqiqətən də daha doğrusu 1 molda 2 mol natrium atomu var desə doğru olardı. 1 molda 2 natrium atomu var səhv ifadədir. Niyə səhv ifadədir? Çünki 1 molunda molun içində mol yerləşər. Yəni molun içində 1 molda 2 mol natrium atomu ola bilər. 1 molda 2 natrium atomu mümkün deyil. Ya 2-yə nə qədər natrium atomu deməlidir, ya da ki 1 molda 2 mol natrium deməlidir. Deməli, səhv ifadə C variantıdır. Gəlin görək digər variantlar niyə doğrudur? 2 mərhələdə hidroliz uğrayır. Natrium hidroartofosfat həqiqətən 2 mərhələdə hidroliz uğrayır. Çünki birinci mərhələdə buradan əmələ gəlir natrium OH və natrium H2PO4. İkinci mərhələdə isə natrium H2PO4 təzədən özü də hidroliz uğrayıb. Natrium OH-la H3PO4-ün özünü yaradır. İstəsəz reaksiya mərhələlərini yaza bilərik. Natrium 2H-PO4-ü hidroliz uğradanda birinci mərhələdə əmələ gələcək qələvi, yəni natrium OH və natrium hidroartofosfat, natrium H2PO4. Əgər kimsə bu mərhələlər haqqında daha ətraflı məlumat almaq istəyirsə, mənə yazar. Şəxsi də mən onlar üçün ataram. Çünki mən bu haqda əlavə bir izah çəkmişəm. Çox maraqlı izahdır. Bu hidroliz mərhələləri necə həyata keçirilir, hansı mərhələlərdən ibarətdir və s. Natrium dihidroartofosfat təzədən su ilə hidroliz uğrayanda buradan natrium OH qələvisi və H3PO4 əldə olunacaq. Yəni göründüyü kimi burada 2 mərhələdə hidroliz uğrayır ifadəsi doğrudur. Daha sonra suda həll olur. Bəli, natrium zaten bütün duzları suda həll olandı. Səhv ifadə C variantında öz əksini tapıbdır. İkinci çalışmadan davam edirik. Deyir, molekulunda 15 sigma rahatı olan doymuş monoamin monokarbon, daha doğrusu monoamin molekulunda daha doğrusu atom sayı ilə polar kolet rahatların maksimal sayının fərqini tapın. Deməli, molekulunda 15 sigma rahatı olan doymuş monoamin. İstəyir 1 lamin olsun, istəyir 2, istəyir 3 laminlər. Bilirsiniz ki, aminlər üçün ümumi deməli biz formulu çıxartmaq istəsək belə yazacağıq. CnH2-nin üstə gəlsin 3n şəklində yazacağıq. Və burada atom sayından 1 vaat əksik sigma rahatlərin sayını göstərir. Niyə? Çünki bütün alifatik birləşmələrdə atomların sayını cəmləyib oradan 1 vaat çıxmaqla sigma rahatlərin sayını hesablaya bilərik. Burada ümumi atomların sayı 3n üstə gəlsin 4-ə bərabərdir. 1 vaat çıxanda bizə verəcək 3n üstə gəl 3. Deməli, bunun 3n üstə gəl 3 sigması olmalıdır. 3n üstə gəl 3 sigmamız 15-ə bərabərdirsə, 3n'imiz 12-yə, n'imiz 4-ə bərabərdir. N'imiz 4-ə bərabərdirsə, gətirib yerinə qoysaq C4H8 üstə gəl 3. C4H8, 8-in də üzərinə 3 gəlsək, C4H11 N olacaq. Başqa cür desək, atomların sayı 16-ya bərabərdir. Deməli, molekulda 15 sigma rahatı varsa, deməli, molekulda atomların sayı 16-ya bərabərdir. Polar kolet rahatların sayı maksimal sayı. Polar kolet rahatların sayı maksimala bərabərdirsə, onda mən burada 3 lamin yazacağım. Nəyə görə 3 lamin yazacağım? Çünki 3 lamin yazanda orada karbon-karbon arasında
qeyri-polyar rabitə sayı minimuma düşür və bu da polyar kovalent rabitələrin sayının maksimum olmağına gətirib çıxardır. Yəni əgər mən bunu birli amin kimi yazsam, onda bir radikal yazacağam və bir radikal yazanda karbon-karbon arasındakı sigma rabitələrin sayı çox olur. Mənə lazımdır ki, karbon-karbon sigmasını, yəni qeyri-polyar sigmaların sayını minimuma endirib və polyar kovalent rabitələrin sayı maksimum olsun. Bunun üçün yenə deyirəm, üçlü amin yazsaq məqsədə uyğundur. Üçlü amin yazmaq üçün bir azot yazaram, ətrafına 3 radikal düzərəm. Biri metil yazaram, birini də metil yazaram, birini də məcbur etil radikal yazmalıyam, başqa yolum yoxdur. Karbon sayını 4-ə çatdırmalıyam. Və burada deməli kovalent rabitələrin maksimal sayı deyəndə bütün rabitələr hansı ki burada rabitələrin sayı 15-ə bərabərdir. Çünki burada zaten pi rabitəsi yoxdur. Bütün rabitələr hamısı sigmadır və müəllif burada zaten 15 sigma olduğunu deyirdi. Bütün rabitələrin hamısından cəmi bir dənəsi qeyri-polyardır. Çünki baxın burada karbon-karbon arasında bir dənə qeyri-polyar rabitə var. Deməli 15 sigmadan bir dənəsi nədir? Deməli belə deyək də qeyri-polyardır. Onda belə çıxır ki 14'ü polyar sigmadır. 14 polyar sigmamız mövcuddur. Atomların sayı 16'dırsa 16'dan 14 polyar sigma rabitə sayını çıxanda fərqimiz 2'ye bərabər olacaq. Bu da doğru ifadə kimi 2-də C variantında göstərilibdir. Növbəti 3-cü çalışma nizamımıza davam edirik. 3-cü çalışmada kalium permanganatın parçalanmasından oksigen laboratoriyada alınma reaksiyası əks olunubdur. Deyir bu reaksiya üzrə baş verən prosesdə alınan duzun miqdarı A, oksigen kütləsi A çıxılsın 11 olarsa, ayrılan bəsit maddə ilə duzun kütləsinin cəmini hesablayın. Deməli, burada bizə deyir ki, bu reaksiya üzrə baş verən prosesdə alınan duzun miqdarı A, oksigenin kütləsi A çıxılsın 11 olarsa, alınan duzun, deməli, belə deyək də, kütləsi deyir A-dır, duzun kütləsi, oksigen kütləsi də A çıxılsın 11'dir. Yəni demək istəyir ki, duzla oksigen kütlə fərqi 11 qrama bərabər olmalıdır. Yəni duzun kütləsi A-dırsa, oksigen kütləsi A çıxılsın 11'dir. Yəni oksigen kütləsi duzun kütləsindən 11 qram az olacaq. İndi oksigen kütləsi duzun kütləsindən 11 qram az olanda ayrılan deyir, deməli ayrılan bəsit maddə ilə duzun kütləsinin cəmini hesablayın. İndi biz kalium 2 mangan O4 ilə mangan O2-nin gəlin kütlə fərqinə baxaq. Kalium 2 mangan O4 ilə mangan O2-nin kütlə fərqinə baxsaq, oksigen 2 fərq elədi, manganlar 0, bir də kalium 2 oldu. Deməli 2 oksigen, 2 kalium fərqi var. Baxın 2 kalium, burada da 2 oksigen fərqi var. Yəni başqa cür desək, burada duzla oksigen kütlə fərqini dəqiq hesablamalı olsaq, 39'u vurdum 2'ye, üzərinə gəldim 32. Yəni kütlə fərqi 110 qrama bərabər olur. Burada isə 110 qram yox, 11 qram deyir. Yəni neçə dəfə azaldıb? 10 dəfə azaldıb rəqəmi. Yəni kütləni 10 dəfə azaldıb. Yəni normalda biz görürük ki, 110 qram kütlə fərqi olmalıdır və 110 qram kütlə fərqi olanda alınan bəsit maddə oksigen, duz isə kalium 2 mangan O4-ün gəlin duzunun kütləsini hesablayaq. 39'u vururuq 2'ye, 78, üzərinə mangan 55'dir, üzərinə də oksigen 4, 64 deməkdir. Yəni 197 qram kalium 2 mangan O4-ün emeridir. Deməli ayrılan bəsit maddə ilə duzun kütləsi cəmini hesablayın deyəndə, ayrılan bəsit maddə ilə duzun kütləsi cəmi, bəsit maddəmiz oksigendir, 32 qramdır. Duzumuz isə 197'dir və burada göründüyü kimi 229 qram bunların kütləsi cəmi edir. Yəni kalium 2 mangan O4-ün kütləsi ilə ayrılan oksigenin kütləsi cəmi reaksiya üzrə 229 qram olur və bu zaman duzla oksigen kütlə fərqi 110 qrama bərabər olur. Onda yazırıq ki, duzla oksigen kütlə fərqi 110 qram olanda duzla oksigenin kütləsi cəmi 229'a bərabərdirsə, o zaman kütlə fərqi 11 qram olanda neçəyə bərabər olacaq? Bu da 10 dəfə azalmış rəqəm 22,9'a bərabər olacaq. Doğru cavab 3-də Y variantında göstərilibdir. 4-dən davam edirik. Maddələri verib benzolun homoloqu və alkin molekulda rabitə yaradan qeyri-bir orbitaların sayının hər ikisinin eyni olduğunu verib, 1 molun tam yanmasından alınan suyun miqdarını, deməli burada alkin üçün 5 mol yazıbdır. Gəlin əvvəlcə alkinlərin belə deyək də yama reaksiyasını yazaq. Alkinlər üçün CnH2n çıxılsın 2 yazırıq. Üzərinə 3n çıxılsın 1 bölünsün 2 mol oksigen gələndə reaksiya zamanı n mol karbon qaz əmələ gəlir və həmçinin də reaksiya zamanı n mol karbon qazına yanaşı n çıxılsın 1 mol da su əmələ gəlir. Deməli reaksiya zamanı n mol karbon qazı n çıxılsın 1 mol da H2 əmələ gəldi. Və 1 molun tam yanmasından alınan suyun mol miqdarı deyir 5 mola bərabərdir. Yəni n çıxılsın 1'im əslində deyir 5 mola bərabərdir. Buradan n'imiz 6'ya bərabərdir. N'imiz 6'ya bərabərdirsə, o zaman bu olacaq C6H10 alkini.
Və alkində deyir, rabitə yaradan qeyri-hibrid ortaların sayı. Siz bilirsiniz ki, istəyir alkin olsun, istəyir başqa karbohidrogenlər olsun. Rabitə yaradan qeyri-hibrid ortaların sayı deyəndə hidrogen sayı üstə gəlsin, pi vurulsun 2 nəzərdə tutulur. Hidrogen sayı 10'dur. Pi rabitələrin sayı isə burada 2-yə bərabərdir molekulda. 2-ni 2-yə vuranda 4. 10 ilə 4'ün cəmi bizə 14 verəcək. Deməli, M-imiz 14'ə bərabərdir. M-imiz 14 isə benzol molekulunda rabitə yaradan qeyri-hibrid ortaların sayını yenə həmən düsturdan hesablayırıq. Benzol üçün CN, HN çıxılsın 6 yazaq, ya da başqa formulda yaza bilərsiniz, fərqi yoxdur. Ya CX, HX çıxılsın 6 da yaza bilərsiniz. Yenə də burada rabitə yaradan qeyri-hibrid ortaların sayı deyəndə hidrogenin sayı, yəni 2x çıxılsın 6, üstə gəlsə pi vurulsun 2 nəzərdə tutulur. Burada pi rabitəsi yoxdur, amma beynimizdə 3 dənə pi rabitəsi canlandırıb 3-ü 2-yə vuranda 6 deyirik. O zaman burada rabitə yaradan qeyri-hibrid ortaların sayı 2x-ə bərabər olur. Və müəllif deyir ki, 2x-imiz bərabərdir M-ə. M-i də biz bayaqlar aşağıda 14 tapmışıq. Deməli, buradan x-imiz bərabərdir 7-yə. X-imiz 7-yə bərabərdirsə, deməli, bu alkin olacaq 7, yəni karbon sayı 7. 2-dən 7-nin 14, 14-dən də 6 çıxsaq, bizə verəcək necə? 8, C7H8, yəni tolu oldu. Toluğun yanmasına əmələ gələn suyun mol miqdarı tap deyəndə C7H8-də 8 hidrogen var və bu da 4H2O deməkdir. 1 molunun yanmasından 4 mol su əmələ gələcək. 1 molun yanmasından əmələ gələn suyun mol miqdarı 4 moldur. Bu da 4'ü 18'ə vuranda eləcək 72 qram. Doğru cavab Y variantına göstərilibdir. İndi deyərsiniz ki, bəs D variantını niyə seçmədik? Orada 72 AKB yazılmışdı. Deməli, yadda saxlayın ki, bir ədəd molekulun kütləsini hesablayanda söhbət bir ədəd molekulun kütləsindən gedir. Bir ədəd molekulun kütləsini hesablayanda onun MR-ni NA-ya bölməliyik və yaxud da ki, MR-ni vurmalıyıq AKB-yə. Burada 72'ni vurublar AKB-yə, deməli bir ədəd su molekulunun kütləsini tapıblar. Amma mənə bir ədəd su molekulunun yox, 1 mol suyun kütləsi lazım idi. O da 72 qram olacaq, yəni 72 AKB ola bilməz. Ona görə də 4-də doğru cavabı Y variantı qəbul edərsiniz. 5-dən davam edirik. Deyir, x qram metanolu miski oksidlə oksidləşməsindən alınan qazı suda həll edib 300 qram 80% məhlul hazırlandı. X hesablayın. Deməli, deyir ki, x qram metanolu miski oksidlə oksidləşəndə alınan qazı. Siz bilirsiniz ki, metanol miski oksidlə oksidləşəndə əmələ gətirir qarışqa aldehidini. Baxın, CH3OH üzərinə kupromo gəlirik. Reaksiya zamanı mis əmələ gələcək, H2O əmələ gələcək və həmçinin CH2O əmələ gələcək. Yəni, qarışqa aldehid əmələ gələcək. Bu reaksiya zaten hamımız bilirik. Və deyir ki, bu əmələ gələn qarışqa aldehidini, yəni qarışqa aldehidi qaz aqreqat haldadır. Burada təbii ki, suda həll edib 300 qram 80% məhlul hazırlayıblar. İndi əmələ gələn məhlul 300 qram 80% məhluldur. 300-ün 80%-ni tapanda burada 240 qram həll olan maddə, 60 qram isə su olacaq. İndi deməli, bizə deyir ki, x hesablayın. Gəlin buradan baxaq. Deməli, biz tapdıq ki, 240 qram bizim əlimizdə həll olan maddə var. Bu da 240 qram qarışqa aldehidinin kütləsinə uyğun gəlir. 1 mol qarışqa aldehidi 30 qrama uyğun gəlirsə, burada gəlin görək neçə mol qarışqa aldehidi olub ki, bunun da kütləsi 240 qrama uyğun gəlibdir. Buradan qarışqa aldehidinin mol miqdarının 8 mol olduğunu tapırıq. Yəni, qarışqa aldehidimiz 8 mola bərabərsə, deməli, bu 8 mol spirtdən əmələ gələcək. Niyə? Çünki bilirsiniz ki, 1 mol aldehid əldə etmək üçün biz 1 mol spirt istifadə edirik. Onda 8 mol aldehid əldə etmək üçün də 8 mol spirt istifadə etməliyik. 8 mol deməli, metil spirt istifadə etməliyik. Metil spirtinin 1 molunun kütləsi 32 qrama uyğun gəlirsə, onda 8 molunun kütləsi gəlin görək neçə qrama uyğun gələcək. Bunun üçün biz 8-i sadəcə 32-yə vuracaq. Bu da bizə verəcək 256 qram. Doğru ifadə 5-də C variantında göstərilibdir. 5-dən sonra keçirəm 6 nömrəli tapşırığın izahına. Deməli, 6 nömrəli tapşırıqda bizə deyir ki, metanın 1500 dərəcədə parçalanmasından əmələ gələn qaz qarışığının metanın 550-600 dərəcədə parçalanmasına alınan qaz qarışığına görə nisbi sıxlığını hesablayın. Deməli, bilirsiniz ki, metan 1500 dərəcədə parçalananda əmələ gətirir asetilin və hidrogen. Buradan əmsallaşdırma aparsaq 2 mol metan, 1 mol asetilin və 3 molda hidrogen qazı yaradacaq. Metanın 550 dərəcədə parçalanmasına isə bilirsiniz ki, etilen və hidrogen qazı yaranır və buradan əmsallaşdırma aparsaq hidrogenin qarşısına 2 əmsal yazacağıq və beləliklə əmsalımız tamamlanacaq. Və bizə deyir ki, buradan birincidən əmələ gələn qaz qarışığının sıxlığının ikincidən əmələ gələn qaz qarışığının sıxlığına olan nisbətini hesablayın. Onun üçün biz birincidən əmələ gələn qaz qarışığının M ortasını tapacağıq və ikincidən əmələ gələn qaz qarışığının M ortasını tapacağıq. Sonra bunların M ortaları nisbəti bizə bunların sıxlıqları nisbətini verəcək. Birinci halda əmələ gələn qaz qarışığının M ortasını hesablamaq üçün nə edirik? Birinci halda 1 mol asetilin əmələ gəlib, bu 1 vurulsun 26 deməkdir. 3 mol hidrogen əmələ gəlib, bu 3 vurulsun 2-dir və cəm qaz qarışığının mol miqdarı 4 mola bərabərdir. Onda mən buradan MR-i hesablasam, 26-ın üzərinə 6 gələrəm. Bu verəcək 32, onu da 4-ə böləndə M ortamız buradan 8 eləyəcək. İkinci halda
deməli M orta 2-ni hesablayırıq. M orta 2-ni hesablayanda 1 mol etilenimiz var, bu 28-dir. 2 molda hidrogenimiz var, bu da 4-dür. Bölürəm bu qaz qarışının cəm mol miqdarı 3-ə. 28 ilə 4-ün cəmi mənə vermişdi neçə? 32. Daha sonra mən 32-ni də bölürəm 3-ə, mənə verir hardasa belə yazaq da gəlin istəyirsiniz. Burada 32 bölünsün 4 almışıq, tam yazmayaq. Burada isə 32 bölünsün 3 aldıq. İndi müəllif deyir ki, bu birinci haldakı M orta 1 var, hansı ki 32 bölünsün 4-ə bərabərdir. Deyir, gəl bunu böl, 32 bölünsün 3-ə. 32 bölünsün 4-ü, 32 bölünsün 3-ə bölməliyəm. Bu zaman 32 ilə 3-ün yeri dəyişəcək. 32-lər ixtisar gedəcək. 3-ün 4-ə nisbəti mənə 0,75 verəcək. Deməli, bunların sıxlıqları nisbəti 0,75-ə bərabər olacaq. Bu da bizə 6-da A variantında göstərilibdir. 6-dan sonra keçirəm. Deməli, 7 nömrəli tapşırığımızın izahına. 7-də deyir ki, istilik effektləri verilmiş tənliklərə əsasən son tənliyi bax bu şəkildə veribdir. Gəlin görək bu son tənlikdə reaksiya entalpiyasını necə hesablaya bilərik. Deməli, bizə birinci tənlik verib, ikinci tənlik verib, bir də yekun tənlik verib. Deməli, mən yekun tənliyi əldə etmək üçün birinci, ikinci tənliklərdən istifadə etməliyəm. Bunun üçün nə etməliyəm? Baxırıq, bizim əsas tənliyimizdə B bərabərliyin sonunda da əmsalı da 1-dir. Mənə verilən birinci tənliklərdən zaten B var. Onun da əmsalı 1-dir, elə solda yerləşib. Ona görə ona dəyməyəcəm. Amma mənim əsas tənliyimdə Y sağdadır, əmsalı 3-dür. Mənə verilən tənliklərdən ikinci tənlikdə Y soldadır, əmsalı 1-dir. Deməli, mənim məqsədim Y-ni sağa keçirdib əmsalını 3 dəfə artırmaqdır. Onda nə edirəm? İkinci tənliyin hər tərəfini 3-ə vuraram və bərabərliyin sağ-solunun yerini dəyişdirərəm. Onda sol tərəfə yazaram 3Y üstə gəlsin 3D, bərabər olacaq sağa yazacaq 3A üstə gəlsin 3Y. Və mənfi 200-ümüz olacaq müsbət 200, 3 dəfə artanda müsbət 600-ə bərabər olacaq. Və bu tənliklə işim bitdi. Yeni əldə elədiyim ikinci və yeni əldə elədiyim əlimdə birinci tənliklər var. Sonra mən bu tənlikləri tərəf-tərəfə toplayacağım. Tərəf-tərəfə toplayanda birinin sağındakı, digərinin soldakından ixtisar gedəcək. Bu zaman buradakı 3A, buradakı 3A ilə gedəcək. Həmçinin baxaq görək əlimizdə nə qaldı. Buradakı 3D, bax birinci tənlikdəki 3D, ikinci tənlikdəki 3D ilə ixtisar gedəcək. Əlimdə nə qaldı? 3Y qaldı, yazdım. Deməli 3Y qaldı. Sonra aşağıda bir B qalmışdı. Üzərinə B gəlirəm. Bərabərliyin sağında nə qaldı? 3Y qaldı. Yazıram 3Y. Həmçinin aşağıda da C qalmışdı. Elə bil ki, yuxarıdakı ikinci tənliklə aşağıdakı birinci tənliyi tərəf-tərəfə toplamışam. Onda sağla soldakılar ixtisar gedib, yəni 3A-lar və 3D-lər ixtisar gedib, yerdə qalanları olduğu kimi yerinə köç etmişəm. 3Y üstə gəlsin C qaldı. Və beləliklə mən yekun tənliyi aldım. Həqiqətən B üstə gəl 3Y bərabərdir 3Y üstə gəl C-ni aldım. Və mən bu prosesləri həyata keçirdərkən nə etdim? 600-dən mənfi 900-ü toplamışdım. 600-dən elə bir ki, bax bunun istilik effekti 600-də, oksininki də mənfi 900-dür. 600 üzərindən mənfi 900 gələndə, deməli mənfi 300 rəqəmi almışdım və beləliklə bu reaksiyanın istilik effekti mənfi 300 olduğunu hesabladım. Bu oldu bizim istilik effektimiz. İndi bizdən istilik effektini soruşdular, doğru cavabı C variantı seçəcəyik. Amma bizə istilik effekti yox, entalpiyanı soruşur. Entalpiyanı soruşanda entalpiya ilə istilik effekti ədədi qiymətcə eyni, amma işarəcə əksdir. Ona görə də mənfi 300 yox, müsbət 300 kimi doğru cavabın A variantı olduğunu müəyyənləşdirə bilərsiniz. 7-dən sonra keçirəm 8 nömrəli tapşırığın izahına. Deyir, kalium dihidroartofosfat duzunun suda məhlulda distasiyası zamanı birinci mərhələnin distasiyasiya dərəcəsi 40%, ikinci mərhələdə isə 25%, üçüncü mərhələdə 20% olarsa, artıq qalan duzun mol miqdarını alınan anyonların mol cəmlə nisbətini müəyyən edin. Deməli, mənlər, əvvəlcə kalium dihidroartofosfat duzunu iyonlara distasiyasiya edirik. Kalium H2PO4 iyonlara distasiyasiya edəndə birinci mərhələdə kalium müsbət və H2PO4 mənfi iyonlara əmələ gələcək. Və mənə deyir ki, 60 mol duzum var. 60 mol duzum var və bunun deyir ki, 60 mol duz birinci mərhələdə 40% iyonlara distasiyasiya edir. 60-ın 40% nə deməkdir mənlər? 60-ı vururam 40-a, bölürəm 100-ə. Mənə verir 24 mol. Belə çıxır ki, 60 mol duzun 24 molu iyonlara distasiyasiya edəcək. 60-ın 24 molu iyonlara distasiyasiya edəcək və 36 mol duz sistemdə artıq vəziyyətdə qalacaq. O zaman yazacağım kənardan ki, əlimdə 36 mol duz artıq qaldı. Bunu qeyd elədim. Və buradan 60 molun 24 molu iyonlara distasiyasiya edib 34 molu artıq qalanda, bunun 24 molu iyonlara distasiyasiya edəndə 24 mol, elə bil ki, bax bu maddədən 24 mol tam iyonlara distasiyasiya etdi. 24 moldan 24 mol kation və 24 mol da anion əmələ gələcək. Sonra mən gəlib ikinci mərhələni başqa bir rənglə yazıram. İkinci mərhələdə isə H2PO4 mənfi özü iyonlara distasiyasiya edib H müsbət və HPO4 iki mənfi iyonları yaradacaq və burada artıq mənim əlimdə 24 mol
anyonun var idi. H2PO4 mənfi anyonun var idi və bunun ikinci mərhələdə 25% ionlara dissosiasiya edəcək. Yəni 24-ün 25% nə deməkdir? Yəni 6-sı ionlara dissosiasiya edəcək. 24-dən 6-sı ionlara dissosiasiya edəcək, 18-i artıq qalacaq və yazıram 18 mol H2PO4 mənfi sistemdə artıq vəziyyətdə qaldı. Və 24-ün 25%, yəni 6-sı ionlara dissosiasiya etdi və bunun 6-sı ionlara dissosiasiya edəndə 6H müsbət, 6 dənə də HPO4 2 mənfi ionları yarandı. Deməli 6 dənə H müsbət, 6 dənə də HPO4 2 mənfi ionları neynədir? Yaranmış oldu. Və üçüncü mərhələdə gəl onu da bir başqa rənglə yazaq, yaşılla yazaq. Üçüncü mərhələdə artıq bu əlimdə olan HPO4 2 mənfi ionları öz də ionlara dissosiasiya edir. H müsbət, PO4 3 mənfi ionları yaradır. Və burada 6 mol HPO4 2 mənfim var. Bunun 20%-i sonuncu mərhələdə ionlara dissosiasiya edir. 6-nın 20%-i 1,2 deməkdir. Deməli 6-nın 1,2-si ionlara dissosiasiya edəcək. 4,8-i artıq qalacaq. Və 4,8 əlimdə HPO4 2 mənfi ionları qalacaq. Və 6-nın 1,2-si ionlara dissosiasiya edəcək. 1,2-si ionlara dissosiasiya edəndə 1,2 kation və 1,2 də anion yaranacaq. Əmələ gələn anion 1,2 PO4 3 mənfi anionu olacaq. Beləliklə sonda əlimdə 36 mol duz oldu. 36 mol duz oldu, artıq qalmış duz. Deyir, bu 36 mol duzun əmələ gəlmiş anionların mol cəmlə nisbətini hesabla. Əmələ gələn anion 18 mol H2PO4 mənfidir. 4,8 mol HPO4 2 mənfidir və 1,2 mol PO4 3 mənfi ionlardır. O da eləyəcək 4,8-in üzərində 1,2 gələndə 6, 18-dən 6-nın cəmi mənə 24 verər. Deməli 36-nın 24-də nisbətini soruşur müəllif. Bu da bizə 1,5 verəcək nisbət. Doğru cavab 8-də. B variantında öz əksini tapıbdır. B variantı buradadır, bəli. Bu şəkildə öz əksini tapacaq. Növbəti 9-cu çalışmanın izahımıza davam edirik. 9-da bizə deyir ki, molekulunda eyni sayda karbon atomu olan alkan və doymuş bir əsaslı karbon turşusunun nisbi molekul kütlələrin cəmi 118-dir. Molekullarında eyni qədər karbon olduğuna görə alkan üçün ümumi formulu CnH2 üstəgəl 2 yazaq. Doymuş bir əsaslı karbon turşusu üçün ümumi formulu CnH2 üstəgəlsin 2O yazaq. Daha doğrusu CnH2-in O2 üzr istəyirəm. CnH2n O2 şəklində yazaq. CnH2n O2 şəklində yazaq. Yəni karbonlar sayı eynidir qədərdə, düzdürmü? Birinci halda alkanın nisbi molekul kütləsi 14-dən üstəgəl 2-dir. Turşunun isə nisbi molekul kütləsi 14-dən üstəgəl 32-dir. Müəllif deyir ki, bunların kütlə cəmi, yəni 28 yəni üstəgəlsin 34 bərabərdir 118-ə. Sonra biz 118-dən çıxacağıq 34-ü. Bizə verəcək 84. 84-ü də 28-ə böləndə 28-ə böləcəyik. Eni bizə verəcək 3. Enimiz 3-dürsə, deyir, turşuda karbon atomlarının orbital sayını müəyyən. Turşuda karbon atomlarının orbital sayı deyəndə ümumi orbitalların sayını deyir. Onda turşumuz olacaq CH6O2 və biz də demişik ki, rabitə yaradan orbital deyəndə hər karbon həmişə 4 rabitə yaradan orbital olur. Əgər rabitə yaradan orbital desəydi 3-ü 4-ə vurardı. Amma ümumi orbitalların sayını soruşanda yadda saxlayırıq ki, hər karbonun 5 orbitalı var. Hər karbonun rabitə yaradan 4 orbitalı var, hər karbonun isə 5 orbitalı var. Nəyə görə 5 orbitalı var? Çünki karbonun sıra nömrəsi deməli 6-dır. Elektron formulu 1s2, 2s2, 2p2-dir. İndi həyəcanlanır 2s1, 2ph formasını alır və hibridləşmə və s. baş verirsə də nəticə etibarən bunun daxili təbəqədə 1, xarici təbəqədə də 4 orbitalı var. Çünki karbon 4 valentlidir, zaten xarici təbəqədə 4 orbitalı var da. Cəm bir karbonun 5 orbitalı var. İndi burada bir karbonun 5 orbitalı varsa təbii ki 3 karbonun da 15 orbitalı olacaq. Bu da doğru cavab 29-da C variantında göstərilibdir. Ondan davam edirik. Deyir, etilaminin tam yanması zamanı alınan qaz qarışığının artıqlaması ilə götürülmüş qələvi məhluldan keçirilən zaman qaz qarışığının miqdarı. Etilaminin tam yanması zamanı alınan qaz qarışığı deyəndə siz bilirsiniz ki, etilamin yazılır C2H5NH2. Bunun tam yanması zamanı əgər 1 mol götürsəm, buradan 2 mol karbon qazı, 1 molda, 0,5 molda daha doğrusu azot qazı əmələ gələcək. Və bizə deyir ki, buradan alınan qaz qarışığını qələvi məhluldan keçirdiyimiz zaman. Qələvi məhluldan keçirdiyimiz zaman aydın məsələ ki, azotla qələvi reaksiya girməyəcək, amma azotla karbon qazı reaksiya girəcək. Üzr istəyirəm, qələvi ilə karbon qazı daha doğrusu reaksiya girəcək. Niyə? Çünki karbon qazı turşu oksididir, qələvi də əsasdır. Aydın məsələ ki, əsaslarla turşu oksidləri reaksiya girə bilirlər. Ona görə də burada karbon qazı ilə qələvi reaksiya girəcək və nəticə etibarən karbon qazı sistemdən uzaqlaşdırılır. Çünki qələvi ilə reaksiya üçün sərf olunur, amma azot qalır sistemdə. Ona görə də bu zaman nə baş verir? İndi əlimizdə 2 karbon qazı 0,5 azot varsa, cəm əlimizdə 2,5 mol qaz var.
2,5 mol qazdan 2 mol azalır. Bu da neçə faiz azalma deməkdir? Faizi tapanda 2 mol qaz azalır, ümumi qaz qarşılığı 2,5-dirsə, bu 2,5-in neçə faizini təşkil edir? Təbii ki, 2-ni böləcək 2,5-ə vuracaq 100-ə, eləcək 80%. Deməli, qaz qarşılığında 80% azalma müşahidə olunacaq, çünki 80%-i gəlib qələbə ilə reaksiya üçün sərf olunacaq. Onda doğru cavabı C variantı seçərsiniz. Deyirsiniz ki, nə bildi ki 1 mol? Bəlkə heç 1 mol qaz, 1 mol etilamin götürülməyib, 5 mol etilamin götürülüb. Onun heç bir önəmi yoxdur. Lap siz 2 mol etilamin götürsəz, buradan 4 mol karbon qazı, 1 mol da azot qazı əmələ gələcək və bu zaman yenə 4 mol karbon qazı, ümumi qaz qarşılığımız isə 5 mol olacaq. 4 mol karbon qazı, 1 mol da azot qazı, azotun özü 4-5-ə bölündə yenə də 80% alacaqsınız. Yəni istənilən təqdirdə hər zaman cavabı 80% olaraq müəyyənləşdirmiş olacaqsınız. Damıza davam edirik. 11-ci çalışmada bizə deyir ki, karbohidratlar haqqında doğru deyil. Disaxaridlər suda həll olur. Ümumiyyətlə disaxaridlər həm suda həll olurlar, həm də hidroliz uğraya bilirlər. Deməli bu ifadə doğrudur. Monosaxaridlərin hamısı reduksiyaçı xassətlidir. Xeyr, bu səhvdir. Niyə? Çünki monosaxaridlərdən aldoza və ketozalar var. Bilirsiniz ki, monosaxaridlərdən glikoza, riboza, dezoksiriboza, aldozadır və onlar reduksiyaçı xassətliklər, amma fruktoza ketozadır və o oksidləşmə reduksiya reaksiyasına daxil ola bilmir. Deməli, B ifadəsi səhvdir. İndi B-ni düz tapsaq da gəlin görək digərləri niyə səhvdir? Daha doğrusu B-nin doğru olmadığını tapsaq da, yəni variant olaraq B-ni tapsaq da gəlin görək digərləri niyə görə doğrudur, yəni doğruluğunu sübut edək. Polisaxaridlər hidroliz uğraya bilir. Bəli, məsəl üçün saxaroza hidroliz uğrayıb glukoza, alfa glukozanı, beta fruktozanı yaradır. Məsəl üçün maltoza 2 alfa glukoza yaradır və s. Yəni artıq bilirik ki, onlar hidroliz uğrayırlar, uğraya bilirlər və həmçinin suda həll ola bilirlər. Sellulozadan viskoz pey alınır, doğrudur. Selluloza, triasetil selluloza yaradır və orada da asetat pey və viskoz peyin alınmasında istifadə olunur. Selluloza yalnız şaxəsiz quruluşlu olur, bəli. Nişasta amiloza və amilopektin olmaqla həm şaxəli, həm də şaxəsiz ola bilir. Glikogen ancaq şaxəli ola bilir və heyvani mənşəli nişastadır, qaraciyərdə toplanır, ehtiyat qida maddəsi toplayır. Selluloza isə yalnız şaxəsiz quruluşludur. Deməli, bu ifadələr də doğru olduğuna görə səhv ifadə B variantında öz əksini tapıbdır. 11-dən sonra keçirəm 12-yə. Nitrat turşusunun naməlum duzunun A molunun termiki parçalanmasından 4 mol azot dioksid və 1 mol oksigen qazı alınıbsa, duzu və mol miqdarını müəyyən edin. Deməli, nitrat turşusunun naməlum duzunun A molu termiki parçalananda. İndi siz bilirsiniz ki, nitrat turşusunun duzları parçalananda bəziləri oksid əmələ gətirir, bəziləri nitrid əmələ gətirir, bəziləri isə metalın özünü əmələ gətirir. İndi burada çox güman ki, variantlarla getmək daha yaxşı olar, çünki dəqiq bilmirik. Yəni, siz variantlarla baxaq, çünki miski nitratı götürüb parçalasaq, bilirsiniz ki, əslində pasiv metalların nitratları parçalananda metalın özü NO2 və oksigen yaranmalıdır, amma miski nitrat istisnalıq təşkil edirdi. Burada miski oksid, NO2 və oksigen qazı ayrılacaq. Əmsallaşırsaq, mən rahat olsun deyə baxıram, azot burada 2-dir, sol tərəfdə. Onda NO2-nin qarşısına 2 yazıram, azotu 2-yə tamamlayım. Oksigen solda 6-dır, sağda deməli oksigenin qarşısına burada 0,5 yazsam, toplasam 4, 5, 6 oksigen sayı bu şəkildə olanda 6-ya tamamlana bilir. Yəni solda 6 oksigen, sağda 6 oksigen və bu zaman gördük ki, reaksiya zamanı 1 mol duz götürmüşük. 1 mol duz götürəndə 2 mol NO2 qazı almışıq. İndi əgər mənə burada məsələnin şərhi deyir ki, bəs miski nitratı görəsən 2 mol götürmüsənsə nə olar? 2 mol miski nitratdan isə gəlin görək nə qədər NO2 alaram, 4 mol NO2 alaram. Zaten məndə də burada 4 mol NO2 demişdim. Onda gəlin digərini yoxlayaq. 1 mol miski nitrat parçalananda 0,5 mol oksigen qazı görürük. Burada yenə miski nitratı deyirəm 2 mol verib bizə. 2 mol miski nitratdan isə nə qədər oksigen qazı yaranacaq? Təbii ki, 1 mol oksigen qazı yaranacaq. Müəllif də burada elə mənə 1 mol oksigen qazı demişdi. Elə seçmə üsulundan həll edəndə, yəni variantlarla baxanda elə birinci yoxladığımız A variantının doğru olduğunu müşahidə etdik. Ona görə də 12-də doğru cavabı A variantı qəbul edirsiniz. Növbəti 13-cü çalışmayla davam edirik. Deyə qarışığı ayırmaq üçün verilmiş bəndlərdən uyğunluq gözlənilməyibdir. Harda gözlənilməyib, gəlin varianta baxaq. Etil spirti ilə su, bilirsiniz ki, fraksalı distillə sudan ayrılır. Çünki etil spirti su bir-birindən homogen qarışıq yaradır və bir-birində həll olan homogen maye qarışıqlar deməli distillə sudan ayrıla bilər, fraksalı distillə ola bilər. Benzol suda həll olmayan maye aqreqat halda olan maddədir və suda həll olmayan maye aqreqat halda olan maddələr emulsiya əmələ gətirirlər su ilə və bu ayrıcı qıfla və ya durultma üsulundan ayrılır deyə bilərsiniz.
Anilin yenə su ilə həll olmayan maddə yaradır və anilin sudan ağırdır, sıxlığı çoxdur. Çökəcək ayırıcı qıfın aşağı hissəsində, su yuxarıda qalacaq və ayırıcı qıfı ayıranda oradan ilk növbədə anilin töküləcək, sonra su töküləcək və beləliklə mən anilin su emulsiyasını, heterogen qarışığını ayırıcı qıfla və ya durultma üsulu ilə ayıraram, amma burada bizə süzmə üsulu deyil, deməli səhv deyil. Doğru göstərilməyən C variantıdır. Gəlin görək digərləri niyə doğrudur. Burada şəkər verib. Şəkər bilirsiniz ki, kristallaşdırma üsulu ilə ayrılır. Bu doğrudur. Bu da plümum sulfatdır. Plümum sulfat suda həll olmayan duzdur və su ilə suspenziya yaradır. Suda həll olmayan duzlar, suspenziyalar su ilə süzmə üsulu ilə, yəni qarşında süzmə üsulu ilə ayrılma olur. Bəli, bu doğrudur. Səhv ifadə 13-də C variantında göstərilibdir. Növbəti 14-cü çalışma ilə davam edirik. 1 mol alkinin yanmasından 1,5 A üstəgəl 1 mol oksigen sərf olunub. İndi alkin üçün gəlin yazaq formulu. Normalda bilirsiniz ki, alkinlər CnH2 çıxılsın 2A, daha doğrusu 2 formulundan hesablanır. Bunun üzərinə 3N çıxılsın 1 bölünsün 2 mol oksigen qazı gələndə reaksiya zamanı M mol karbon qazı əmələ gələcək, N çıxılsın 1 molda H2O əmələ gələcək. Bunu hamımız bilirik. Və mənə deyir ki, yanmaya sərf olan oksigen 1,5 A üstəgəl 1-dir. İndi burada 3N çıxılsın 1 bölünsün 2-ni biz 2-yə, yəni tam belə yazsaq, 3N-i 2-yə bölsək eləyəcək 1,5N. 1 də 2-yə böldük 0,5 elədi. 1,5N çıxılsın 0,5 normalda oksigen sərf olunur və müəllif bizə deyir ki, bu əslində 1,5 A üstəgəl 1-ə bərabərdir. Buradan tənliyi həll eləsək, 1,5N çıxılsın, daha doğrusu birbaşa gəlin yazaq, 1,5N bərabər olacaq, 1,5 A üstəgəlsin 1,5-ə. Hər tərəfi 1,5-ə ixtisar aparsaq, N-imiz bərabər olacaq A üstəgəl 1-ə. İndi alkinin rabitə yaradan ümumi ortal sayını hesablayın. Yadınıza gəlsə, bu yaxınlarda belə bir rahat yol dedim sizə. CnH2 çıxılsın 2. Bu yolla burada ümumiyyətlə istər alkin olsun, istər hər hansı bir maddə olsun, heç bir önəmi yoxdur. Hansı üzv birləşmə olur olsun, fərqi yoxdur. Deməli, belə deyək də, elementlərin valentliklərini indeksinə vurub cəmləməklə rabitə yaradan ümumi ortalların sayını hesablaya bilərsiniz. Karbon 4 valentlidir, hidrogen 1 valentlidir. 4-ü N-ə vursaq, indeksə vursaq 4N, hidrogenin valenti 1-dir, indeksdə də 2N çıxılsın 2-dir. 2N çıxılsın 2 ilə 4N toplayanda bizə verəcək 6N çıxılsın 2. Deməli, burada rabitə yaradan ümumi ortalların sayı 6N çıxılsın 2-yə bərabərdir. 6-nı yazırıq, N-in yerinə A üstəgəl 1 yazıb 2-ni çıxıraq. Bu da bizə verəcək 6A üstəgəl 6 çıxılsın 2, başqa cür desək 6A üstəgəlinsin 4. Deməli, doğru cavabı 6A üstəgəl 4 şəklində tapdıq. Bu da bizə 14-də D variantında göstərilibdir. Bizdən də bunu zaten soruşurdu. Bu şəkildə hesabladıq. 14-dən sonra keçirəm 15 nömrəli tapşırığa. Deyir, oksigenin azona çevrilmə prosesində tarazlıq zamanı alınan məhsul ilə oksigenin qalan molekulların sayı eynidirsə. Deməli, oksigendən azon alınma reaksiyasını yazaq, müəllimlər. Bilirsiniz ki, oksigendən azon əldə edəndə 3 mol oksigen 2 mol azona çevrilir. Yazıram, başlanğıc sərt tarazlıq. Deyir, burada tarazlıq zamanı, yəni söhbət buradan gedir. Tarazlıq zamanı oksigenin qalan molekullarının sayı, deməli, tarazlıq prosesində alınan məhsul ilə oksigenin molekul sayı bir-birinə bərabər olarsa. İndi belə məsələlərdə hansı maddədən nə qədər götürdüyümüzü bilmədiyimizə görə deyək ki, x mol oksigen götürmüşəm və bilmirəm axı nə qədər oksigen götürmüşəm və burada hər maddə öz əmsalı qədər məhsulla sərf olunur, hər maddə öz əmsalı qədər məhsulla yaranır. İndi burada sərf olunan maddə oksigendə oksigen əmsalı 3 olduğuna görə deyək ki, 3B qədər, yəni məhsulla 3B qədər oksigen sərf olundu. Oksigenimiz x qədər götürmüşük, 3B-si gedəndən sonra x çıxılsın 3B oksigen qalacaq. Azon əmsalı 2 olduğuna görə azon da 2B qədər əmələ gələcək. Və müəllif burada deyir ki, oksigenin qalan molekullarının sayı, yəni x çıxılsın 3B, deməli azon molekullarının sayına bərabərdir. Azon, yəni məhsulun molekulları, yəni 2B-yə bərabərdir. Buradan x-imiz bərabər olacaq 5B-yə. İndi müəllif deyir ki, burada təzyiq necə dəyişibdir. İndi x-imiz 5B olduğuna görə gətirib yerinə qoyanda belə çıxır ki, əvvəldə bizim əlimizdə 5B qədər oksigen olubdur. 5B qədər oksigen olub və 5B qədər əvvəldə olan oksigendir. Sonda olan qaz qarışığımız neçəyə bərabərdir? X-imizi 5B tapdıq. 5B-dən 3B çıxanda 2B qalır. Deməli 2B oksigen qalıb, 2B də azon əmələ gəlmişdir. Deməli son qarışığımız isə 4B-yə bərabərdir. Əvvəlki sistemdə ancaq 5B qədər oksigen olub və 5B qədər oksigenin sistemdə yaratdığı təzyiq 100% olubdur.
İndi nəyə görə buna belə deyirik? Çünki təsəvvürə gətirin qabdır. Qabın içində oksigen molekulları var və onlar özünün qabın divarlarına çırpır və nə qədər çox mol miqdarda qaz olarsa, bu qazın qabın divarlarına çırpdığı elədiyi təzyiq də bir o qədər yüksək olacaq və beləliklə 5B qədər qazın yaratdığı təzyiq 100%-ə bərabər olacaq. Sonda isə 4B qədər qaz qaldı və gəlin görək bu 4B qədər qazın yaratdığı təzyiq neçəyə bərabərdir? Buradan görürük ki, buradakı təzyiq 80%-ə bərabərdir. Əvvəlki təzyiq 100% idi, son təzyiqimiz 80% olsa, deməli təzyiqdə 20% azalma müşahidə olundu. Təzyiq 20% azalıb, doğru ifadə A variantında öz əksini tapıbdır. 15-dən sonra keçirəm 16-ya. Deməli 16 yəqin ki, yuxarıdadır. Baxaq, hansı suda məhlulda molekul şəklində mövcud olmaz? Hansı suda məhlulda deyir molekul şəklində mövcud ola bilməz? Bu su ilə reaksiya daxil ola bilən maddələrdir. Niyə? Çünki məsəl üçün azot suda belə deyək də hansı suda məhlulda deyir molekul şəklində mövcud ola bilməz. Yəni məsəl üçün oksigen olsun, azot olsun, düzdür, azot suda həll ola bilmir. Çox az miqdarda, çox cüzi miqdarda həll olur, amma cüzi miqdarda həll olsa belə həll olmuş azotu suyun içərisində azot molekul şəklində təsəvvür edə bilirik də. Və ya da ki, oksigen az miqdarda həll olsa belə suda çox cüzi miqdarda həll olur. Dərsdə bunun həll olma nisbəti haqqında danışmışdıq zaten bilirsiniz. Və çox az miqdarda həll olsa da istənilən təqdirdə suyun daxilində, yəni həll olmuş şəkildə oksigen molekulunu təsəvvür edə bilirik beynimizdə. Yəni həll olan maddə metil spirtidir, etil spirtidir, azot da oksigendir. Suyun daxilində onun molekul şəklini təsəvvür edə bilirsiniz. Amma flor axı su ilə dərhal reaksiya girir. Axı orada flor şəklində mövcud olmur. Floru suya daxil edən kimi burada H flor və oksigen yaranır. Flor su ilə reaksiya girib H flor və oksigen qazı yaradır və artıq mən bunu suyun içərisində flor molekulu kimi təsəvvür edə bilmirəm. Çünki reaksiya girib yeni maddələr yaratdı. Ona görə mövcud ola bilməyən D variantında öz əksini tapıbdır. 16-dan sonra keçirəm 17 nömrəli tapşırığa. Deyir, eyni mol sayda götürülmüş hidrogen, sulfit və kükürt dioksid qarşılıqlı təsiri zamanı maddələrdən biri tam sərf olunmuşdur. Mən hidrogen sulfitlə, HCl-lə kükürt dioksid, yəni SO2-nin reaksiyasını aparıb. Bilirsiniz ki, buradan kükürt və su maddəsi əmələ gələcək. Və buradan əmsallaşdırma aparsaq, suyun qarşısına 2 yazarıq, HCl-in qarşısına 2 yazarıq və kükürdün də qarşısına 3 yazsaq, əmsal olaraq 3 yazırıq. Və bu da bizim nədir? Daha səliqəli yazaq, əmsallaşmamız olacaq. Deyir ki, bunlar hər ikisi eyni mol miqdarda götürülüb. Yəni, həm hidrogen sulfit, həm də SO2 hər ikisi eyni mol miqdarda götürülübdür. Və bu zaman deyir, maddələrdən biri tam sərf olunub, alınan məhsullardan biri 1,8 mol florla birləşmə reaksiyasına daxil olursa. İndi biz bilirik ki, burada su ilə flor reaksiya girə bilir, kükürlə də flor reaksiya girə bilir, amma birləşmə reaksiyasına sırf kükürlə florun reaksiyasını yaza bilirik. Kükürlə florun reaksiyasından S flor 6 əmələ gələcək və alınan deyir, məhsullardan biri 1,8 mol florla birləşmə reaksiyasına daxil olursa. Normalda bilirik ki, 1 mol kükürt 3 mol florla birləşmə reaksiyasına daxil olur. O zaman 1,8 mol X mol kükürt də 1,8 mol florla birləşmə reaksiyasına daxil olacaq. Buradan X-i tapırıq neçə mol? 0,6 mol. Deməli 0,6 mol kükürt neyinibdir? Reaksiya üçün sərf olunubdur. İndi deməli reaksiya zamanı 0,6 mol buradan kükürt əmələ gəlib ki, əmələ gəlmiş 0,6 mol kükürt 1,8 mol florla reaksiya daxil olubdur. İndi biz normalda yuxarıda baxanda görürük ki, həm hidrogen sulfit, həm də SO2 hər ikisi eyni mol miqdarda götürüləndə azı çoxa çatdırma prinsipindən istifadə edirik. 2 mol hidrogen sulfit, 2 mol SO2 götürsək, 2 mol hidrogen sulfit gəlib 1 mol SO2-ni sərf edəcək və bu zaman 1 mol SO2 artıq qalacaq. 1 mol SO2 artıq qalanda görürük ki, reaksiya tənliyinə uyğun 3 mol kükürt əmələ gəlir. 1 mol SO2 artıq qalanda 3 mol kükürt əmələ gəlirsə, burada isə 0,6 mol kükürt əmələ gəlib. Gəlin görək 0,6 mol kükürt əmələ gələndə nə qədər SO2 az artıq qalacaq. Buradan artıq qalan SO2-nin mol miqdarını 0,2 mol tapırıq. Deyir, artıq qalan maddənin mol miqdarını tap, 0,2 mol artıq SO2-miz qalacaq. Doğru ifadə 17-də B variantında göstərilibdir. 18-dən izahımıza davam edirik. X2SO4 duzunun kütləsi 43,5 qramdır. Disosiasiya dərəcəsi 20%-dir. Məhlulda 0,1 mol kation olarsa. İndi belə deyək də, disosiasiya dərəcəsinin 40% olmağı o deməkdir ki, bizim götürümüz X2SO4-ün deməli belə deyək də 20% ionlara disosiasiya edibdir. Və 20% ionlara disosiasiya edəndə 0,1 mol kation əmələ gəlibdir. Aha. İndi belə deyək də 20% disosiasiya zamanı 0,1 mol kation əmələ gəlibsə, görəsən bizim disosiasiya dərəcəmiz 100% olsaydı nə qədər kation əmələ gələrdi?
Tapırıq ki, əgər dissosiasiya dərəcəmiz 100% olsaydı 0,5 mol kation əmələ gələrdi. 100 ilə 20 ixtisar gedir. Buradan 5 qalır. 5 ilə 0,1 oranında edir 0,5. Deməli, buradan göründüyü kimi 20% dissosiasiyada 0,1 mol kation əmələ gəlirsə, 100% dissosiyasiyada isə, yəni dissosiasiya dərəcəsi 100% olsaydı, başqa cür desək, maddə 100% ionlara dissosiasiya etsəydi, buradan 0,5 mol kation əldə olunardı. İndi biz görürük ki, X2SO4-ün 1 molunda 2 mol kation var. Çünki X2SO4-də deməli 2 mol X, 1 molda SO4 2 mənfi ionları görürük və 1 mol duzdan 2 mol kation əmələ gəldiyini görürük. Yəni əgər mən bunu 1 mol götürsəydim, bu duzu 1 mol götürsəydim, 1 mol duzdan, başqa cür desək 1 mol duzun kütləsi emerə uyğun gəlirdi. Yəni emerə qədər duz götürsəydim 2 mol kation əmələ gələrdi. Buradan isə 43,5 qram nə ediblər? Duz götürüblər. 43,5 qram duzun dissosiyasından isə biz 0,5 mol kation əldə olduğunu görürük. Buradan duzun emerini tapmaq üçün 43,5-i vuracaq 2-yə. Deməli 43,5-i vuracaq 2-yə. Tapdığımız rəqəmi verəcək 0,5-ə. Buradan duzun emerini 174 olduğunu müəyyənləşdirmiş olacaq. Duzumuzun emeri 174-ə bərabərdirsə, o zaman X2SO4-dür. 2x üstəgəl 96 bərabərdir 174-ə. 174-dən 96 çıxır, bölürük 2-yə. X-in A yerindən 39 olduğunu tapırıq. X-in nisbi atom kütləsini tap, ya da X-in 1 molunun kütləsini tap. Doğru cavab 18-də A variantında göstərilibdir. 18-dən sonra keçirəm 19 nömrəli tapşırığımızın izahına. Deyir, səhv ifadəni müəyyənləşdirin. Kobalt oksid şüşəyə göy rəng verir. Həqiqətən kobalt oksid şüşəyə göy rəng verirdi. Bunu şüşə dərsində bilirik. Biluz şüşə istehsalında quruluşunun oksidindən istifadə olunur. Bəli, biluz şüşənin tərkibində plümbium oksid mövcuddur. Doğrudur. Deməli, C variantı deyir ki, adi pəncərə şüşəsinin xammalının biri sönmüş əhəngdir. Sönmüş əhəng bilirsiniz ki, kalsium OH2-dir. Sönməmiş əhəng kalsium oksidi, sönmüş əhəng kalsium OH2-dir. Amma biz adi pəncərə şüşəsinin xammalında kalsium OH2-dən istifadə etmirik. Kalsium karbonatdan istifadə edirik. Amma bizə kalsium karbonat demir də, yəni kalsium OH2 deyir. Yəni sönmüş əhəng deyir. Deməli, sönmüş əhəng səhvdir. Səhv ifadəni soruşduğuna görə elə C variantını seçərsiniz. Digər variantlar doğrudur. Arum tozu, yəni qızıl tozu səpələnmiş şüşə, yaqut şüşə adlanır. Natrium silikatdan isə silikat yapışqanı kimi, həmçinin kalium silikatdan da silikat yapışqanı kimi istifadə olunur. Bu ifadələr doğrudur. Səhv ifadə 19-da C variantında göstərilibdir. 20. Deyir, 75% çıxımla normal şəraitdə 33,6 litr divinil almaq üçün istifadə olunan etanolun miqdarını doğru göstərilmişdir. İndi siz bilirsiniz ki, etanol C2H5OH yazılır. 2 mol etil spiritini götürürük. 425 dərəcə Selsi temperaturda katalizator iştirakında Lebedev reaksiyasını həyata keçiririk. Reaksiya zamanı bilirsiniz ki, 1 mol butadiyen, yəni C4H6 əldə olunur. Həmçinin reaksiya zamanı molekul daxili dehidratlaşma baş verir. 2 mol su ayrılır və 1 molda hidrogen qazı ayrılır. Bunu hamımız bilirik. Və deyir ki, bu zaman 33,6 litr 1,5 mol deməkdir. Çünki 22,4-ə bölüb birbaşa yaza bilərsiniz. Divinil əldə olunmuşdur. İndi normalda siz bilirsiniz ki, müəllimlər, deməli 2 mol etil spirti 1 mol divinilin əldə olunması üçün istifadə olunur. Qaydamız həmişə nə idi? Çıxım məsələlərini yalnız bir qaydadan həll edirik. Solda duran maddənin molunu vururuq faizə, bölürük 100-ə. Tənasibdə bu rəqəmdən istifadə edirik. Solda duran maddəm etil spirtidir. Molunu, onun da molunu bilmirəm, bir x mol yazıram. Vururam faizə, faizimizi 75% verib, bölürəm 100-ə. Tənasibdə bundan istifadə edəcəm. 2 mol etil spirtdən 1 mol C4H6 əldə olunursa, onda x olsun 75 bölünsün 100-dən də 1,5 mol C4H6 əldə olunacaq. Buradan 0,75 x-imiz bərabərdir 3-ə, x-imiz bərabərdir neçəyə? X-imiz bərabərdir 4 mola. Deməli, reaksiya üçün 4 mol etil spirti istifadə olunur. İndi deyir ki, etanolun miqdarı harda doğru göstərilmiş. Yəni 4 mol deməli, etanolun miqdarı gəlin görək harda doğru göstərilmişdir. Etanol yazılır C2H5OH. Bunun 1 molunda 5, 6, 7, 8, 9. 1 molunda 9 mol atom görür. Çünki C2H5OH-ın 1 molunda 9 mol həqiqətən saysız atom var. Bunun 1 molunda 9 mol atom varsa, gəlin görək 4 molunda neçə mol atom var. 4 molunda 36 mol atom olduğunu görürük. Deməli, doğru ifadə A variantıdır. Digər niyə doğru deyil? Çünki deyir 184 AKV-yə bərabərdir. Etil spiritinin 1 molunun kütləsi neçəyə bərabərdir? 1 molu
Deməli, olacaq 46 qram. Onda 4 molunun kütləsi 184 qram olmalıdır. Amma bizə 184 AKV deyib. AKV ədədlə olandır. Çünki bayaq dediyimiz kimi bir ədəd molekulun kütləsini hesablayanda onun mR'ini vururuq AKV-yə. İndi mən buradan əgər 4 ədəd hesablasaydım, 4 ədədi hesablayanda 4 ədəd etanolun kütləsini hesablasaydım 4-ü vurardım. Deməli, onun mR'i 46-ya. Deməli, 4 ədədin kütləsini tapanda 4-ü 46-ya vurub, onda AKV-yə vurardım. O da elədi 184 AKV. Amma bu 184 AKV 4 ədəd etil spirtinin kütləsidir. Mən axı 4 ədəd etil spirtinin kütləsini tapmıram, 4 mol etil spirtinin kütləsini tapıram. Çünki 1,5 mol divinil əldə etmək üçün çıxım 75%-də mən 4 mol etil spirti istifadə etdim. 4 mol etil spirtin də kütləsi 184 qramdır, 184 AKV deyil. O 4 ədəd molekulun kütləsidir. Ona görə onu götürmərəm. 4 mol atom saxlayır, xeyr dedi, 36 mol atom saxlayır. 300 qramdır, xeyr dedi, 184 qramdır. 4,5 moldur, xeyr dedik, cavab 4 mol olmalı idi. Ona görə də doğru cavabı 36 mol atom saxlayır kimi 20-də A variantında göstərilibdir. 20-dən sonra keçirəm 21 nömrəli tapşırığın izahına. Deyir, etilenin mis və dəmir duzları iştirakında oksidləşmə məhsuluna aiddir. Siz bilirsiniz ki, etilen mis və dəmir duzları iştirakında oksidləşəndə sirkə aldehidı əldə olunur. Argentum iştirakında oksidləşəndə epoksid əldə olunur. Kalium permanganat iştirakında oksidləşəndə isə etilen qlikol əldə olunur. Başqa sözlə desək, etilenin üzərinə oksigen gəlsəz və reaksiya zamanı mis, dəmir, palladium duzları katalizatorundan istifadə etsəz, reaksiya zamanı əmələ gələcək nə? Aldehid. Hansı aldehid? Sirkə aldehidi. Reaksiya məhsulu haqqında deyir, hansılar aiddir. İndi gəlin baxaq. Bir molekulda karbon atomlarının 8 hibrid ortağı var. Bir molekulda karbon atomlarının burada 4-dür. Çünki CH3-də karbon sp3 vəziyyətdədir. Karbonil qrupunun karbonu isə aldehid qrupunun karbonu isə sp2 vəziyyətdədir. Onda 3 dənə sp2 hibrid ortağı var. Toplayanda bizə 7 verər, 8 verməzdi. Hidrogenləşməsindən 2 atomlu spirt alınır. Sirkə aldehidi hidrogenləşəndə əmələ gəlir etil spirti, o da bir atomlu spirtdir, səhvdir. Normal şəraitdə qaz halındadır. Sirkə aldehidi normal şəraitdə maye haldadır, qarışıq aldehidi qaz aqreqat haldadır. Tolins reaktivi ilə reaksiyadan etan turşusu alınır. Bəli, CH3 qat rahatda oksigen H, yəni bu sirkə aldehididir. Bilirsiniz ki, sirkə aldehidi tolins reaktivi, yəni argentum 2-onun amoniaklı məhlulu ilə qarşılıqlı təsirdə olanda turşuya çevrilir, yəni sirkə turşusuna çevrilir. Əlavə olaraq da kimol argentum metalı qabın dibinə çökmüş vəziyyətdə olur və həqiqətən etan turşusu alınır. Doğru ifadədir. D variantını doğru qəbul edirik. Rotropinin alınmasına istifadə olunur. Rotropinin alınmasından qarışıq aldehidindən istifadə olunurdu. Deməli, bu səhvdir. 21-də doğru cavabı D variantı seçərsiniz. 22. Dəmirin qatı sulfat turşusu ilə qarşılıqlı təsir zamanı oksidləşdirici 18,6 vurulsun 10-23 sayda elektron almışsa, alınan duzun mol sayını müəyyən edin. Deməli, bilirsiniz ki, dəmir qatı sulfat turşusu ilə reaksiya daxil olanda 3 variantlı olur. Əmələ gətirir ferrum 2, SO4 3 dəfə və orta aktiv metallar və pasiv metallar SO2 qaz əmələ gətirir. Əlavə olaraq su yaranır. Buradan əmsallaşdırma aparsaq, kükürt müsbət 6-dan kükürt müsbət 4-ə keçdi. Üstə gəlir 2 elektron. İndeks kükürt üçün sağdan götürülüb əmsal da sağa yazacaq. Çünki sağda kükürtlər daha çox oksidləşmə dərəcəsi var. Dəmir burada 0-dan, dəmir müsbət 3-ə keçid elədi, çıxılsın 3 elektron. Dəmir üçün indeks soldan götürülüb əmsal da sola yazacaq. Çünki sağda da solda da dəmirə aid bir cürə oksidləşmə dərəcəsi var. O zaman 2, 3 yerlər dəyişdi. 3, 2. Sağdakı kükürdün qarşısına 3 əmsal yazılacaq. Soldakı dəmirin qarşısına 2 əmsal yazılacaq. O zaman bura 1 yazarıq ki, dəmiri 2-yə tamamlayaq. Kükürdün 6 olduğuna görə H2SO4-də 6, suya da 6 yazaram. Oksigenə baxaq görək düzmü oldu. Bəli, oksigen də düz oldu. Əmsalımız tamamilə doğrudur. İndi oksidləşdiricinin aldığı elektronların sayını tapanda müəllimlər ən rahat yol nə idi? Sonda yazılan bu 3-ü oxun üzərindəki 2-yə vururam, müsbət 2-yə vururam, 2-ni 3-ə vuranda 6. Deməli, burada oksidləşdirici 6 mol elektron alıb, 6 mol elektron 6 vurulsun. Deməli, 6 tam %2 vurulsun 10-23 deməkdir. Bu da bizə verəcək, yaxşı, gəlin belə eləyək, 6 mol elektron deyək. İndi burada nə qədər elektronu, gəlin bunu mola çevirək. İndi burada 18,6 vurulsun 10-23, 6,2 vurulsun 10-23-ə bölsəniz, 18,6-nı 6,2-yə bölsəz, tapacaqsınız 3 mol elektron. Düzdürmü? Aha. Və buradan göründüyü kimi 3 mol elektron deyir, amma mən reaksiya təlimə görə 6 mol elektron alınmalıdır. Və 6 mol elektron alınanda biz görürük ki, buradakı duzun mol miqdarı 1 mola bərabər olur. 6 mol elektron alınan zaman 1 mol duz əmələ gəlirsə, o zaman 3 mol elektron əmələ gələn zaman, daha doğrusu 3 mol elektron alınan zaman, daha doğrusu neçə mol duz yaranmalı idi. Buradan əmələ gələn, yəni yaranan duzun mol miqdarını 0,5 mol taparıq. Bu da bizə 22-də D variantında göstərilibdir.
Növbəti 23 ilə izahımıza davam edirik. Monomer və alınan iri molekulu birləşməyə uyğunluğu doğru harda göstərilibdir? Deməli, uyğunluq harda doğru göstərilib? Kaprolaktam, kapron lifi. Bəli, bu doğrudur da. Bilirsiniz ki, kaprolaktam siklik formada olur və ona kapron lifi əldə olunur. Kaprolaktamın, yəni monomeri, daha doğrusu kapron lifinin monomeri həqiqətən kaprolaktamdır. Bu doğrudur. Etilen glikol teriftal turşusu. Etilen glikolla teriftal turşusundan bilirsiniz ki, əmələ gəlir lafsan, naylon əmələ gəlmir. Bu səhvdir. Buradan poliefir lifi əmələ gəlir və hetero zəncirli, karbon oksigen zəncirli deməli lif əldə olunur, lafsan lifi. Oxisində deməli amin enant turşusu. Buradan enant lifi əldə olunur. Kapron lifi niyə əldə olsun? Bu səhvdir. Fenolla 1,4 benzol diamin yox, teriftal turşusu ilə 1,4 benzol diamindən kevlar lifi əldə olunurdu ki, hansı ki kevlar lifindən güllə keçirməyən jiletlərin hazırlanmasında istifadə olunurdu. Kəhraba heksametilin diamindən neylon, heksametilin diamindən adipin turşusunun polikondensləşmə məhsuludur. Bu da səhvdir. Ancaq 23-də A variantı doğru göstərilmişdir. 24-dən davam edirik. Tərkibində 40% kənar qarışığı olan 50 qram əhəng daşından alınan asislinin tam rəngsizləşdirə biləcəyi bromun kütləsini tapın. Deməli, deyir ki, tərkibində 40% kənar qarışığı olan 50 qram əhəng daşından alınan asislin. İndi siz bilirsiniz ki, əhəng daşı deyəndə kalsium karbonat nəzərdə tutulur. Kalsium karbonatdan kalsium karbonatını parçalayıb kalsium oksid və karbon qazı əldə edirik. Sonra bu kalsium oksiddən kalsium karbid əldə edirik. Kalsium oksiddən karbonun reaksiyasından kalsium karbid və dəm qazı əldə olunur, bilirsiniz ki. Və bu sonra kalsium karbidin də üzərinə su gəlib, biz kalsium OH2 və asetilin əldə edə bilərik. Yəni, nəticə etibarıyla biz kalsium karbonatdan 1 mol kalsium karbonatdan 1 mol kalsium karbid əldə edirik. Baxın, burada 1 mol kalsium karbonatdır. Bu 1 mol kalsium karbonatdan biz burada 1 mol kalsium karbid əldə edirik. Və 1 mol kalsium karbiddən isə biz 1 mol asetilin əldə edirik. Düzdürmü? Görürsünüzmü? 1 mol kalsium karbonatı parçaladım, 1 mol kalsium oksid karbon qazı əldə elədim. Sonra da həmin o 1 mol kalsium oksidin üzərinə karbon gəlib, ondan 1 mol kalsium karbid əldə elədim. 1 mol kalsium karbiddən də biz 1 mol asetilin əldə etmiş oluruq. Yəni da burada görməyin ki, 1 mol kalsium karbonatının tərkibində 1 mol karbon var. Gətirim tez bu 2 molunu götürüm 2 moldan 1 mol asetilin əldə edeyim. Elə şey yoxdur. Yəni 2 mol kalsium karbonatdan 1 mol asetilin əldə edeyim, elə bir şey yoxdur. Biz bunu mərhələlərlə həyata keçirdiyimizə görə mütləq burada diqqətli olmaq lazımdır ki, 1 mol kalsium karbonatdan 2 mol asetil, daha doğrusu 1 mol asetilin əldə etmək lazımdır. 1 mol kalsium karbonatdan nə əldə elədik? Nəticə etibarıyla 1 mol kalsium karbonatdan biz 1 mol asetilin əldə etmiş olduq. Və deyir ki, tərkibində 40% kənar qarışığı olan 50 qram əhəng daşı götürmüsünüz. İndi 50 qram əhəng daşı, yəni kalsium karbonat götürmüşəm. Bunun 40% kənar qarışıqdır. 50-nin 40% hardasa 20 qramı kənar qarışıqlar olacaq. Onda 50-dən 20 çıxsam 30 qramı təmiz kalsium CO2-nin özü olacaq. İndi əlimdə nə var? 30 qram təmiz kalsium CO2 var. Buradan deyir, əldə olunan asislinin rəngsizləşdirə biləcəyi bromun kütləsini tap. Normalda siz bilirsiniz ki, 100 qram kalsium karbonat götürüləndə 1 mol asislin əldə olunur. Onda 30 qram kalsium karbonatdan nə qədər asislin əldə olunacaq? 0,3 mol asislin əldə olunacaq. Sonra yazaq asislinin üzərinə bromu gələk. Asislinin üzərinə brom 2 gələndə bilirsiniz ki, 1 mol asislin 1 mol brom 2 ilə yox, 2 mol brom 2 ilə tam bromlaşmaya daxil ola bilir. Niyə? Çünki burada 2 mol pir atəsi var. 1 mol pir atəsi üçün 1 mol brom 2 lazımsa, 2 mol pir atəsi üçün 2 mol brom 2 lazım olacaq. Və 1 mol asislin üçün göründüyü kimi 2 mol pir atəsi olduğuna görə o 2 mol dolayısıyla brom 2 ilə reaksiya daxil olacaq. Onda 1 mol asislin üçün 2 mol brom 2 lazımsa 0,3 mol asislin üçün də uyğun olaraq 0,6 mol brom 2 lazım olacaq. 0,6 mol brom 2 isə brom 2 neçədir? 160-dır. Çünki bromun ayrı 80 isə emiri brom indeksində daha doğrusu 2 var axı. Ona görə biz onu 160 kimi təsəvvür edirik. 1 molun kütləsi 160-a uyğun gəlirsə bizə də 0,6 mol brom 2 lazım idi. 0,6 molun kütləsini tapanda 0,6-nı vuracaqsınız 160-a, bizə verəcək 96 qram. Deməli, lazım olan brom 2-nin kütləsi 96 qrama bərabərdir. Bu da bizə 24-də A variantında göstərilibdir. 24-də bitirdik müəllimlər. 23-24 bitdi. Keçirik 25-ci çalışmamızın izahına.
25-də bizə deyir ki, 112 litr ümumi həcmə malik amonyak və hidrogen qarışığında A üstəgəlsin 4 sayda proton, A sayda neytron mövcuddur. İndi gəlin yazaq müəllimlər. Əlimizdə nə var? Amonyak var, bir də hidrogen var. Deyək ki, əlimdə x mol amonyak var, y mol da hidrogen var. X mol amonyakla y mol hidrogenin cəmi bizə 5 mol verəcək. Niyə? Çünki cəm 112 litr qaz, o deməkdir ki, 5 moldur. Və x mol amonyakda olan proton sayını hesablayaq. 1 mol amonyakda azot 7-dir, hidrogen də 1-dir, indeksi 3 olduğuna görə 1 3-ə vuranda 3 eləyəcək. 7 ilə 3-ün cəmi 10. Deməli 1 mol amonyakda 10 mol, x mol amonyakda isə 10x qədər proton var və 10x mol protonumuz bərabərdir. Deməli neçəyə? Daha doğrusu hidrogendəki protonları da gəlin hesablayaq. 1 mol hidrogende 2 mol proton varsa, y molda 2y qədər proton olacaq. Bunların cəmi A üstəgəl 14-ə bərabərdir. Neytron sayına baxanda bilirsiniz ki, hidrogen bizə neytron verməz, ancaq azot neytron verəcək. Azotun isə amonyakda 1 mol amonyakda 1 mol azot var və onun da neytron sayı 7-yə bərabərdir. Onda x mol amonyakda x mol azot olacaq, onun da neytronların sayı 7x olacaq. 7x-imiz də A-ya bərabərdir. Onda gəlin bunu burada əvəzləyək. Onda tapırsınız ki, 10x üstə gəl 2y bərabərdir. A-nın yerinə 7x yazacaqsınız, üstə gəlsin 14 yazacaqsınız. 3x üstə gəlsin 2y-imiz 14-ə bərabərdir. Və yuxarıda da bayaqlar biz tapmışdıq ki, x üstə gəl y 5-dir. Onda yazırıq bu aşağıdan 3x üstə gəlsin 2y-imiz 14-dürsə, x üstə gəlsin y-imiz də 5-ə bərabərdir. Buradan tənliyə həll eləsək, hər tərəfini, gəlin aşağının hər tərəfini 3-ə vuraq. Onda olsun burada 3x üstə gəl 3y bərabərdir 15-ə. Tərəf-tərəfə çıxanda 3y-dən 2y çıxanda 1y qalacaq. Y-imiz 15 çıxılsın 14, yəni 1-ə bərabərdir. Onda x-imiz neçə olacaq? Gətirib yerinə qoyaq. Y-imiz 1-dirsə yerinə qoysaz, deməli 14-dən 2 çıxdıq 12, 12-ni də 3-ə bölsək 4. Deməli x-imiz də 4 mola bərabərdir. X-imiz də 4 mola bərabərdirsə, gətirib yerinə qoyaq. Deməli 4 mol amonyakdan 1 mol da hidrogendən söhbət gedir. 4 mol amonyak, 1 mol amonyak 17-dirsə, 4 mol amonyak 4 olsun 17, yəni 68-dir. 1 mol hidrogen də 2 olanda cəm toplayanda 70 qrama bərabər oldu. Bu da bizə 25-də D variantında göstərilibdir. 26-dan davam edirik. Doymuş bir atomlu ikili spirtin 1 molunun tam yanmasına 201,6 litr oksigen sərf olunmuşdur. Molekulunda bir ədəd dörtlü karbon atomu olan bu spirt haqqında hansı ifadə doğrudur? Mən doymuş bir atomlu spirtin 1 molunun tam yanmasına. Bilirsiniz ki, spirtlər yazılır CnH2 üstə gəlsin 2O şəklində. Bunun üzərinə gəlirəm oksigen. Sol tərəfdə N qədər karbon var, sağdan N qədər karbon qazı əmələ gələcək. Sol tərəfdə K üstə gəl 2 hidrogen var, sağda N üstə gəlsin 1 mol su əmələ gələcək. Oksigenə baxaq, N mol karbon qazı yazmışıq burada gördüyünüz kimi. N mol karbon qazda 2 N mol oksigen atomu var. N üstə gəlsin 1 mol suda isə N üstə gəl 1 mol oksigen atomu var. Cəm 3 N üstə gəlsin 1 mol oksigen atomumuz var. 3 N üstə gəlsin 1-in biri spirtin tərkibindədir. Elə bil sağla solu bərabərləşdirmək istəyirikdə. Sağda 3 N üstə gəlsin 1 oksigen var. Solda da spirtin tərkibində 1 oksigen var. Onu 3 N üstə gəl 1-dən biri çıxanda qalır 3 N. 3 N-i bölürük 2-yə. Bu şəkildə əmsallaşdırma apardıq. Və bizə deyir ki, burada oksigenin mol miqdarı həcmini verib 201,6 edir. Gəlin onu birbaşa mola çevirək. 201,6-nı bölürəm 22,4-ə eləyir neçə? 9 mol. İndi müəllif demək istəyir ki, bu 3N bölünsün 2-miz əslində 9 mola bərabərdir. Buradan 3N-imiz 18-ə, N-imiz 6-ya bərabərdir. N-imiz 6 olursa, deməli bizim spirtimiz 6 karbonlu spirtdir. İndi 6 karbonlu spirtdir və ikili spirtdir. 6 karbonlu spirt və ikili spirt deyəndə, ikili spirt nə deməkdir? Yəni, doymuş bir atomlu ikili spirtin 1 molunun tam yanması və deyir ki, molekulunda bir ədəd dörtlü karbon var. Molekulunda bir ədəd dörtlü karbon var, yazdım. İkili spirt o deməkdir ki, OH çıxdığı karbonun 2 dənə karbon qonşusu olmalıdır. Onda mən spirti bu şəkildə yazsam, OH çıxan karbonun 2 karbon qonşusu olur. Olur ikili spirt və karbonların cəmi həqiqətən 6-ya bərabərdir. Və bizə deyir ki, bu molekulda bir ədəd dörtlü karbon atomu varsa, bu spirt haqqında hansı ifadə doğrudur? Metil ikili butil efirinin izomeridir. Metil ikili butil efiri nə deməkdir? Metil bir karbon deməkdir. İkili butil də 4 karbon deməkdir. Metil ikili butil efiri deyəndə 1 və 4 karbonu yazırıq. Elə bil 1 karbonu yazdım, elə bil metili yazdım, oksigeni yazdım. Bu tərəfdə də ikili butil radikalını yazıram, yəni C4 radikalını yazıram və burada 5 karbonlu efir oldu. 5 karbonlu efir bizdə isə karbon sayı 6-ya bərabərdir. Necə ola bilər ki, 5 karbonlu gəlib, belə deyək də, 6 karbonlu ilə izomer ola bilsin. Deməli, bu səhv ifadədir. Mənə doğru ifadələr lazımdır. Ona görə biri səhv götürdüm. 4 polyar kovalent rabitəsi var. Polyar kovalent rabitələrin sayı deyəndə, burada elə bir maddənin qısa formunu gəlin yazağın. Karbon sayı 6-dır. C6H
CnH2, C6H14 O-dur. Və burada polyar kovalent rabitələrin sayı 4 polyar kovalent rabitəsi var deyir. Təbii ki, 4 polyar kovalent rabitə necə ola bilər? Elə burada hələ fakt 14 hidrogen var. Burada polyar kovalent rabitələrin sayı deyildə karbon, hidrogen və hidrogen oksigen arasındakı rabitələrin sayı nəzərdə tutulur. Hələ 14 elə burada hidrogen var. Necə ola bilər ki, 4 polyar kovalent rabitə olsun? Tamamilə səhvdir. İkinci karbonun oksidləşmə dərəcəsi. Nömrələsək bu birinci karbon, bu ikinci karbon, bu 3, bu da 4. İkinci karbon CHOH aşağısına yazmışıq və ikinci karbon hansıdır? CHOH olan karbondur. Yəni bu ikinci karbona bütöv baxırsınız. CHOH şəklində. CHOH-ı siz qısaldıb CH2O şəklində yaza bilərsiniz. Oksigen burada -2-dir, hidrogen də -1-dir, karbon da X-dir. Buradan hesablama aparsanız, müəllimlər, X üstə gəlsin, 2 çıxılsın, 2 0-a bərabər olur. Buradan X-ımız 0-a bərabər olur. X-ımız nəyə bərabər oldu? Təbii ki, 0-a bərabər oldu. Yəni, -1 oksidləşmə dərəcəsi səhvdir. Molekulda asimetrik karbon atomu var, bu doğrudur. Niyə? Çünki bu ikinci karbon asimetrikdir. Çünki ikinci karbonun, baxın, nəyi var? Hidrogeni var yuxarıda. Aşağıda OH-ı, sağdan metil radikalı, soldan isə belə bir üçlü butil radikaldan əhatələnibdir və deməli bu asimetrikdir. Həqiqətən D variantı doğru olacaq. Ona görə də 26-da D variantı seçərik. Üçüncü karbon atomu -4 oksidləşmə dərəcəsi göstərir. Üçüncü karbona baxanda üçüncü karbon heç bir hidrogeni yoxdur və üçüncü karbon 0 oksidləşmə dərəcəsi göstərir. Çünki üçüncü karbon ancaq karbonlarla əhatələnib. Karbon arasında elektron alış-verişi olmadığına görə, o heç kəsdən elektron almır və ya heç kəsə elektron vermədiyinə görə, o artıq 0 oksidləşmə dərəcəsi göstərir. Çünki özü təkdir, başqa bir şey yoxdur, neytraldır, özü təkdir. Ona görə də 26-da doğru cavabı D variantı seçərik. Ancaq D variantı doğrudur. 26-dan sonra keçirəm 27-yə. Alanin haqqında doğru deyil. Alanin nədir? Amin turşudur və hansı deyir doğru deyil. Deməli, alanin haqqında doğru deyil. Alfa amin turşudur. Bu əslində alanin bəlkə alfa alanin demək istəyir. Çünki amin turşudur. Bəlkə də alfa sözü səhv düşüb burada. Amin turşudur demək istəyirsə amin turşudur. Alanin həm alfa forması, həm də beta forması var. Belə ki, mən bunu NH2, CH2, CH2, COH şəklində yazsam, bura alfa, bura beta yazıram. Bu olur beta alanin. Və alfa alanin yazmaq istəsəm, mən bunu belə yazıram. CH3, CH, NH2, COH. Bu isə alfa formasıdır. İndi növbəti halda alfa amin turşu təkcə alfa deyə bilməkdir. Alfası da var, betası da var. Bəlkə də tamamilə doğru deyil demək istəyir. Amin turşudurmu? Bəli, amma alfadırmı? Alfası da var, betası da var. Hələ gəlin digərlərinə baxaq. Beynəlxalq adı 2 amin propan turşusu adlanır. Bəlkə burada alfa alanin demək istəyir müəllimlər. Ola bilər çatda səhv düşüb. Alfa alanin desə, beynəlxalq adı həqiqətən 1, 2, 3. 2 amin propan turşusu olacaq. Çünki ikinci karbonun amin qrupu çıxır və 3 karbonlu olduğuna görə 2 amin propan turşusu deyə bilərik. Molekulda asimetrik karbon atomu var. Molekulda həqiqətən asimetrik karbon var. CH3 yazıb, C yazıb, yuxarısına hidrogen, aşağısına NH2, soluna da COH yazanda ortadakı karbon 4 dənə müxtəlif atom qrupu olduğuna görə asimetriya yaranıbdır və burada asimetrik karbon atomu var, doğru ifadədir. Suda bipolyar ion əmələ gətirməklə bütün amin turşular suda bipolyar ion əmələ gətirirlər və bipolyar ion əmələ gələn zaman burada deməli belə bir şey olur. CH3, CH, NH3 müsbət, COO mənfi. Yəni bu şəkildə bipolyar ion əmələ gətirir. Switzer ion da deyirlər buna. Doğru ifadədir D variantı. Dipeptidin 1 molda 4 mol karbon atomu var. Deməli, burada dipeptid əmələ gələndə, axı bu amin turşunun özünün belə deyək də 1 molunda 3 mol karbon varsa, dipeptiddə də di dediyinə görə karbon sayı 2 dəfə artır da, elə bil 6 mol karbon olmalıdır. Dipeptidin 1 molunda, axı onun özünün 1 molunda 3 mol karbon var. Dipeptid 2 dəfə artmaq deməkdir də, yəni onda karbon sayı 6 olardı. 4 olmaz axı. Deməli, səhv ifadə 27-də Y variantında göstərilibdir. Növbəti 28-dən izahımıza davam edirik. 28-də bizə deyir ki, hansı reaksiya məhsulu mürəkkəb gübrədir? Hansı reaksiya məhsulu mürəkkəb gübrədir deyəndə, siz bilirsiniz ki, natrium nitratla kalium xlorid qarşılıqlı təsirdə olanda, burada əslində temperatur 100 dərəcə Selsi temperatur göstərilməlidir mütləq. Çünki temperatur 100 dərəcə Selsi olanda kristallaşma baş verir və reaksiya məhsulu olaraq burada natrium xlor və kalium nitrat əmələ gəlir. Əslində natrium nitratla kalium xlorun reaksiyası getməməlidir. Çünki duzla duzun reaksiya şərti odur ki, bərabərliyin sonunda çöküntü olmasın, sağda çöküntü yaransın. Amma burada biz reaksiyanı 100 dərəcə Selsi temperaturda aparanda sağda duzlar
duzlar kristallaşıb qalır və ona görə reaksiya geri dönə bilmir və bu reaksiya həqiqətən həyata keçirilir və buradan əmələ gələn kalium nitrat duzu mürəkkəb gübrəni göstərir. Niyə? Çünki burada tərkibdə 2 qida elementi mövcuddur. Həm kalium, həm də azot var. Bilirsiniz ki, kaliumlu, azotlu gübrələr nədirlər? Deməli, həm tərkibində kalium olan, üzr istəyirəm, həm tərkibində kalium olan, həm də tərkibində azotu olanlar təbii ki, mürəkkəb gübrələri göstərir. Ona görə mürəkkəb gübrə B variantı olacaq. A variantından karbamid əmələ gəlir, CONH2 2 dəfə və o azotlu gübrəni göstərir. C variantından amonium nitrat əmələ gəlir, o azotlu gübrəni göstərir. D variantından fosforlu gübrə, E variantından isə deməli kaliumlu gübrə əldə olunacaq, kalium xlorid və ona görə də buradan biz belə deyək də ancaq mürəkkəb gübrə alındığı hal 28-də B variantını doğru qəbul edə bilərik. 28-dən sonra keçirik növbəti 29-cu çalışmamızın izahına. Deyir ki, 2 mol atom olan kükürt trioksid 160 qram suda həll olunan zaman alınan məhlulun qatılığını hesablayın. 2 mol atomu olan kükürt trioksid SO3 yazılır və 1 mol kükürt trioksid tərkibində 4 mol atom saxlayır. Çünki SO3-ün tərkibində 4 mol atom mövcuddur. 1 mol SO3-də 4 mol nədir? Atom mövcuddur. Onda gəlin görək neçə mol SO3-də 2 mol atom olacaq. Buradan SO3-ün mol miqdarını 0,5 mol olduğunu hesablayırıq. İndi siz bilirsiniz ki, SO3 suda həll olanda, SO3 su ilə qarşılıqlı təsirdə olanda H2SO4 əldə olunur və 1 mol SO3-dən 1 mol sulfat turşusu əldə olunur. Onda 0,5 mol SO3-dən isə 0,5 mol H2SO4 əldə olunacaq. Hansı ki, bu da kütləcə 49 qrama bərabər olacaq. İndi deyir, alınan məhlulun faizi qatılığını hesablayın. Alınan məhlulun faizi qatılığını hesablamaq üçün mən həll olan maddənin, artıq burada SO3 həll olan maddəmiz deyil də, həll olan maddəmiz nə olacaq? Sulfat turşusu olacaq. Nə qədər sulfat turşusu əmələ gəldi? 49 qram sulfat turşusu. Onda omeqanı hesablayanda həll olan maddənin kütləsi, yəni 49 qramı bölərəm məhlulun ümumi kütləsinə, vuraram 100%-ə. Məhlulun ümumi kütləsini necə hesablayacaq? Məhlulun ümumi kütləsini tapanda deyir, nə tökərsən ağaçına, o da çıxar qaşığına. Biz əgər reaksiya zamanı heç bir çöküntü, qazın əmələ gəldiyini müşahidə etmiriksə, onda nələri əlavə etmişiksə üst-üstə, bu bizə məhlulumuzun ümumi kütləsini verəcək. Çünki reaksiya zamanı çöküntü və qaz əmələ gəlmədi. Reaksiya üçün 2 mol kükürt trioksid istifadə etmişik. SO3-ün kütləsi bizə neçə verəcək? Kükürt deməli 32-dir, oksigen də 48-dir, 80 eləyir, düzdürmü? Daha doğrusu 2 mol yox, üzr istəyirəm, 0,5 mol kükürt trioksid demək istəyirəm, üzr istəyirəm. 2 mol atomu olan 0,5 mol SO3-dür də. SO3-ün 1 molunun kütləsi 80-ə uyğun gəlirsə, onda 0,5 molun da kütləsi 40 qrama uyğun gələcək. Deməli, mən 40 qramlıq SO3 ilə 160 qramlıq suyu qarışdırmışam. O zaman məhlulumun kütləsi 200 qram olacaq. Onu 50-yə həll etsək, 49-u böləcək 200-ə, vuracaq 100-ə. 49-da 200-ə bölüb 100%-ə vursaq, 24,5% əldə edərik. Bu da doğru cavab kimi 29-da bizə B variantında göstərilibdir. 29-dan sonra 30-dan davam edirik. Deyir, xlor metan və xlor etan qarışığının natrium metalı ilə qarşılıqlı təsirindən alınan ehtimal ən çox olunan karbohidrogendir. İndi siz bilirsiniz ki, xlor metan yazılanda CH3 xlor yazacaq, xlor etan yazanda C2H5 xlor yazacaq. Bunların natriumdan qarşılıqlı təsirindən 25% çıxımla CH3CH3, yəni metil radikalının güzgü əksi yaranacaq. Növbəti 25% çıxımla etilin güzgü əksi yaranacaq. C2H5, C2H5 və ən çox faiz 50% çıxımla isə bunların ikisinin qarşılığı yaranacaq. Bunların ikisinin qarşılığı isə metil və etil radikallarının qarşılığı, yəni metil ilə etilin qarşılığı təbii ki, propan olacaq. Yəni əmələ gələn maddəmiz olacaq hansı maddə? Propan. Biz gördük ki, burada ən çox ehtimal ikincidə olacaq. İkincidə olan ehtimal CH8-i göstərir, yəni propanı göstərir. Propan yazılır CH3, CH2, CH3 və propanda polyar kovalent rabitələrin sayı deyəndə hidrogen sayı nəzərdə tutulur. Hidrogenimiz 8-dir, demək burada 8 polyar kovalent rabitə var. Qeyri-polyar kovalent rabitələrin sayı deyəndə isə karbon-karbon arasındakı rabitələrin sayı nəzərdə tutulur və burada karbon-karbon arasında 2 rabitə mövcuddur. Ünlü müəllif deyir ki, 8-in 2-yə nisbəti neçə eləyəcək? 8-in 2-yə nisbəti təbii ki 4 eləyəcək. Doğru ifadə 30-da A variantında göstərilibdir. 30-dan sonra keçirik 31 nömrəli tapşırığımızın izahına. Davam edirik. 31-də kalsium xloriki ümumiyyətlə hidroliz uğraya bilməyəcək. Niyə? Çünki zəif, daha doğrusu qüvvətli əsas qüvvətli turşdan əmələ gəlib. Bilirsiniz ki, qüvvətli əsas qüvvətli turşdan əmələ gələn duzlar hidroliz uğraya bilmir. Ona görə birinci ifadə getdi. Natrium H2PO2-yə baxanda bu qüvvətli əsas zəif turşdan yaranıb. Qüvvətli əsas zəif turşdan yaranıb, mühit
burada qələvi mühit olacaq. Hidroliz anyona görə baş verəcək və əgər mənim anyonum çoxvalentli olsaydı, məsəl üçün deyək ki, natrium 2S olsaydı, burada hidroliz mərhələlərdən həyata keçirilərdi və aralıq mərhələdə tuş duz yaranardı. Məsəl üçün natrium hidrosulfit yaranardı. Amma burada H2PO2 qalığı bivalentlidir. Bilirsiniz ki, bu natrium hipofosfit duzudur və hipofosfit duzu olanda hipofosfit turşusu bir əsaslı turşudur. Bir əsaslı turşu olduğuna görə turşu qalığın bir əsaslı turşunun qalığıdır. Bir əsaslı turşunun qalığı olduğuna görə burada turş duz yarana bilməz də. Ona görə də hidroliz bir mərhələdə həyata keçiriləcəkdir. Mən doğru cavab 2 kimi götürə bilərik. Xrom 2 xlorid. Xrom xlor 2-də mühit deməli belə deyək də turş mühitdir. Çünki zəif əsas qüvvətli turşdan yaranıbdır. Hidroliz katyona görə baş verir və əgər mənim katyonum çoxvalentlidirsə, hidroliz mərhələlərlə həyata keçirilir və aralıq mərhələdə əsasi duz yaranır. İndi burada xrom çoxvalentlidir. Hidroliz burada katyona görə baş verir və katyonun çoxvalentli olduğuna görə aralıq mərhələdə əsasi duz yaranacaq. Ona görə də bu bir mərhələdə həyata keçirilməyəcək. Kalium hidrosulfit elə bir mərhələdə hidroliz uğrayır. Niyə? Çünki əslində kalium 2S götürsək, mən bunu hidroliz uğratsam, burada mühit qələvi mühitdir və hidroliz katyona görə baş verir və birinci mərhələdə hidroduz, yəni kalium hidrosulfit yaranır və qələvi mühit olduğuna görə kalium OH yaranır. İkinci mərhələdə isə kalium hidrosulfit su ilə hidroliz uğrayıb kalium OH və H2S yaradır. Yenə deyirəm, baxın, əgər mənimlər kimsə bu dərslərdə olmayıbsa, mənə deyər, mən bu dərsiniz video kaydını ataram, orada mərhələlər haqqında ətraflı danışmışam, hətta buna aid başqa bir videoda çəkmişəm. Və indi buradan göründüyü kimi kalium hidrosulfit özü də hidroliz uğradı, kalium OH H2S yaratdı və kalium hidrosulfit sonuncu mərhələni göstərir və kalium HS özü bir mərhələdə hidroliz uğrayır. Kalium KS 2 mərhələdə, kalium HS isə bir mərhələdə hidroliz uğrayır. Deməli, ikinci və dördüncü bir mərhələdə hidroliz uğrayanı doğru cavab D variantı olacaq. 5-i niyə götürməyəcəm? Çünki 5 də bayaqları xrom xlor 2 olduğu kimidir. Manqan xlor 2-də deməli hidroliz katyona görə baş verir. Mühit turş mühitdir və katyon tərəfi manqan 2 valentli olduğuna görə aralıq mərhələdə əsasi duzlar yaranacaq və bu mərhələlərlə həyata keçirilir. Onun aralıq mərhələsi var. Bir mərhələdə ancaq 2 və 4-ü gördüyümüzə görə 31-də doğru cavabı D variantı qəbul edirik. 32 ilə davam edirik. Deyir, kalium artı fosfatla kalsium nitratın hər birindən 3 mol götürülüb məhlul hazırlandı. Müəyyən müddət sonra məhlulda qalan iyonların ümumi mol sayını müəyyənləşdirin. Deməli, disosiasiya dərəcəsi 100%-ə bərabərdir. Kalium artı fosfat, kalium 3PO4 yazılır. Bunun üzərindən gəlirəm kalsium nitrat, kalsium NO3 2 dəfə. Bilirsiniz ki, bu duzla duzun reaksiya şərtidir. Bərabərliyin solunda çöküntü yoxdur, sağda çöküntü yaranır. Ona görə də reaksiya gedəcək, axıra qədər gedəcək və reaksiya zamanı kalsium artı fosfat çöküntüsü əmələ gələcək. Kalsium artı fosfat çöküntü və iyonlara disosiasiya edə bilmir və əlavə olaraq da kalium nitrat əmələ gələcək. Kalium NO3 əmələ gələcək. Əmsallaşsaq bura 3 yazarıq və əmsalımız bura 3 yazsaq kalium üçün, yox, bura 2 yazaq onda, bura 6 yazaq. O zaman PO4 qalığına baxaq. Deməli 2 olduğuna görə, deməli kalsiumda 3 olduğuna görə bu şəkildə əmsallaşdırdıq. Mən deyir ki, hər bir duzdan 3 mol götürülübdür. İndi hər bir duzdan 3 mol götürülüb yazın. Başlanğıc, səhv, son. Bu da 3 mol götürülüb, bu da 3 mol götürülüb. İndi aydın məsələdir ki, kalium artı fosfat çox miqdarda götürülüb. Ona görə bu artıq qalacaq. Kalsium nitratın 3 molun 3-ü də reaksiya daxil olacaq, 0 qalacaq kalsium nitratdan. Reaksiya tam axıra qədər gedib desə daha yaxşı olardı. Və 3 mol kalsium nitrat 2 mol kalium artı fosfat sərf edəcək. Görürük ki, bax əmsal 3-dür burada, burada da əmsal 2-dir. Deməli 3 mol kalsium nitrat hamısı tam sərf olunanda bu 2 mol kalium artı fosfat sərf edəcək və bu zaman 1 mol kalium artı fosfat artıq qalacaq və uyğun olaraq da buradan 1 mol kalsium artı fosfat çöküntüsü və 6 mol da kalium nitrat duzu əldə olunacaq. İndi deyir ki, müəyyən müddət sonra məhlulda qalan iyonların ümumi mol sayını tapın. Proseslərdən sonra sistemdə 1 mol kalium artı fosfat artıq qaldı. Bunu yazıram. Və kalium artı fosfat artıq qaldı, kalsium artı fosfat çöktü. 1 mol kalsium artı fosfat çöktü və mən onu nəzərə almayacağam. Niyə? Çünki çöküntü məhlulda iyon vermədiyinə görə, məndən də sonda məhuldakı iyonların sayını soruşduğuna görə, ümumiyyətlə kalsium artı fosfatı nəzərə almayacaq. Çünki o çöküntüdür və mənə iyon verməyəcək. Və reaksiya zamanı əlavə olaraq 6 mol kalium nitrat duzu yaranıb. İndi kalium artı fosfatın 1 molunda 100% iyonlara disosiasiya eləyəndə 3 mol kalium, 1 molda PO4, 4 mol iyon görürəm. Kalium nitratın 1 molunda 2 mol, 6 molda da 12 mol iyon görürəm. Nəticə etibarla sonda mən sistemdə 16 mol iyon gördüm. Bu da bizə 32-də D variantında göstərilibdir. 32-dən sonra keçək 33 nömrəli tapşırığımızın izahına. 33 nömrəli tapşırıqla izahımıza davam edirik. Burada məsələnin şərtinə mənə elə gəlir ki, bir qədər yanlışlıq var. Niyə? Çünki burada 1 mol oleum deyilməlidir. Deməli, bizə 1 mol oleum verib. 1 mol oleum, 1 mol H2SO4 vurulsun N mol SO3 deməkdir. Və 1 mol oleumun kütləsini müəllif x qram şəklində işarə edib. 1 mol oleumun kütləsi 98 + 80 N olacaq və müəllif onu x qram şəklində yazıbdır.
Oleumun tərkibindəki oksigen isə X çıxılsın 130 qram şəklində yazıb. İndi oleumun tərkibində oksigenin kütləsini hesablamalı olsaq, H2SO4-də 64 qram oksigen var, N mol SO3-də isə 48 N qram oksigen var. Bunların kütləsi cəmi X çıxılsın 130-a bərabərdir. Buradan tənliyə həll eləməli olsaq, deməli, sistem tənliyə keçid elədik. Aşağıdakı tənliyi köçürdək. 64 üstə gəlsin 48-in bərabərdir. X-in yerinə yuxarıdakı ifadəni köçürdəcəm. Yəni 98 üstə gəlsin 80 N-i köçürdəcəm. Çıxacam 130-u. Buradan tənliyi həll eləməli olsaq, N-i 3 tapacağıq. Deməli, N-imiz 3-ə bərabərdir. Gətirib yerinə qoysaq, bizim oleumumuzun formulu 1 mol H2SO4 vurulsun 3 mol SO3 deməkdir. İndi deyir ki, bu oleumu tamamilə sülfat turşusuna çevirmək üçün lazım olan suyun kütləsini hesablayın. Oleumun tərkibində 3 mol SO3 varsa, 3 mol SO3, 3 mol su ilə birlikdə 3 mol H2SO4 yaradacaq və tamamilə oleum sülfat turşusuna çevriləcək. Deməli, 3 mol SO3, yəni SO3-ün molu qədər, yəni 3 mol bizə su lazım olacaq. 3 mol suyun da kütləsi 54 qrama bərabərdir. Doğru ifadə 33-də B variantında göstərilibdir. 33-dən sonra keçirəm 34 nömrəli tapşırığımızın izahına. Deyir, sintetik liflərə aid deyil. Sintetik liflər deyəndə, ümumiyyətlə liflər bilirsiniz ki, təbii liflər, süni və sintetik liflər olmaqla 3 yerə bölünür. Təbii liflər deyəndə təbiətdə rast gələn liflər nəzərdə tutulur. Məsəl üçün, pambıqdır, yundur, ipəkdir və s. Süni liflər deyəndə təbii liflərdən əldə olunanlar, məsəl üçün, sellulozadan asetat ipəyi, viskoz ipəyi əldə olunur ki, hansı ki, bunlar süni liflərə aiddir. Sintetik liflər deyəndə isə sintetik yolla əldə olunan, yəni kimyəvi yoldan, sırf kimyəvi yoldan əldə olunan liflərdir ki, hansı ki, bunlara, məsəl üçün, neylondur, lafsandır, kevlardır, kapron lifi, enant lifi kimi liflərin nümunə çəkmək olar. İndi sintetik liflərə aid deyil deyəndə, neylon sintetik lifdir, enant da həmçinin, kevlar da həmçinin, enant da həmçinin, kətan və viskoz isə təbii ki, sintetik liflərə aid deyil. Deməli, viskoz süni lifdir. Ona görə də həmçinin kətan da sintetik liflərə aid deyil, yəni kimyəvi liflərə aid deyil. Ona görə də doğru ifadə kimi 36-da Y variantını seçərik. 37 xlorpiren kauçukun elementar quruluş vahidində, daha doğrusu 35, xlorpiren kauçukunun elementar quruluş vahidində ikili karbon atomları olan rabitə yaradan qeyri-ribit orbital sayı neçə faizini təşkil edir? Bəlkə ikili karbonların sayı rabitə yaradan qeyri-ribit orbitalların sayı neçə faizini təşkil edir demək istəyir. Ola bilər, bəlkə də çapda nəsə düzgün getməyibdir. Gəlin xlorpirənə baxaq. Xlorpiren CH2, 2 qat rabitə C-xlor, CH, 2 qat rabitə CH2. Bu onun monomeridir. Xlorpiren kauçukunun monomeridir. Xlorpiren kauçukunun monomeri budur. Xlorpiren özünü yazanda 2 qat rabitəni qırıb kənarlara veririk. Bax, burada 2 qat rabitəni qırdıq, kənarlara verdik. Bax, bunları qırdıq, kənarlara verdik. Aha, kənarlara verəndə, bax, bu şəkildə belə bir görüntü yaranır ki, hansı ki, bu da bizə xlorpiren kauçukunu verir. İkili karbon deyəndə, bax, bu karbon ikili karbondur, çünki 2 karbon qovuşusu var. Burada sol tərəfdə əslində heç bir şey görmürük, amma əslində onun sol tərəfində bir karbon xəyalən təsəvvür etsək, çünki bu polimerdə axı çoxlu sayda karbonlar burada əllə tutmuş vəziyyətdə təsəvvür edirsiniz. Onda bunu ikili karbon kimi düşünə bilərsiniz. Həmçinin bu da ikili karbondur, bu da ikili karbondur, bu da ikili karbon. Çünki hamısının 2 karbon qonşusu var. Aşağıdakı xlordur təbii ki, ona baxmırıq. Və yerdə qalanların hamısının 2 karbon qonşusu olduqlarına görə bunlara ikili karbon deyirik və 4 ikili karbonumuz var. İkili karbon atomları rabitə yaradan qeyri-ribit orbital sayının. Rabitə yaradan qeyri-ribit orbital sayı. Burada 2 qat rabitə ortaya düşüb, onu qeyd etməyi unutmuşam. Gəlin, bunu da qeyd eləyək. 2 qat rabitəni unutmuşam onu yazmağı. Rabitə yaradan qeyri-ribit orbital sayı deyəndə hidrogen üstə gəlinsin, halogen üstə gəlinsin, pi vurulsun, 2 nəzərdə tutulur. Deməli, hidrogen sayı burada 2, 3, 4, 5. Pi rabitəsi 1 dənədir. 1, 2-yə vurduq 2. Halogen sayı da 1-ə bərabərdir. Toplasaq 4 bölünsün 8 vurulsun 100%. Yəni faizini tapmaq tələb edəndə 100%-ə vurmalıyıq. 4-ə 8-ə bölüb 100%-ə vuranda 50% eləyir. Hansı ki, bu da bizə 35-də D variantında göstərilibdir. 36-dan davam edir. Deyir, 1,204 vurulsun 10-22 kükürt atomu neçə qramdır? İndi gəlin əvvəlcə kükürdün mol miqdarını hesablayaq. Bilirik ki, 1 mol bərabərdir 1 Na sayda molekul və yaxud da ki 6,2 vurulsun 10^23 sayda molekul. İndi atom kimdə baxanda təbii ki 1 mol atom 1 Na qədər atom və yaxud da ki 6,2 vurulsun 10^23 sayda atom deməkdir. İndi 1 molum 6,2 vurulsun 10^23-ə uyğun gəlirsə, x molum da 1,204 vurulsun 10^22-ə uyğun gələcək. Bunun üçün biz 1,204-ü bölürük 6,2 vurulsun 10^23-ə, eləyir hardasa 0,2. Burada da 10^22-ni 10^23-ə böləndə bir 0 da gəlir yenə də, o da eləyir 0,02 mol. Deməli, burada söhbət 0,02 mol maddədən, yəni kükürt atomundan gedir.
0,02 mol kükürt atomu neçə qramdır? 1 mol kükürt atomu 32 qrama uyğun gəlir. Çünki burada özü müəllif verib nisbi atom kütləsini. O zaman 0,02 molum x qrama uyğun gələcək. 0,02-ni 32-yə vuranda bizə 0,164 qram verəcək. Hansı ki, bu da bizə 38-də A variantında göstərilibdir. 38-dən sonra keçirəm 39 nömrəli tapşırığa. Deyir, temperatur əmsalı 3 olan reaksiya 33 dərəcədə 20 saniyə başa çatır. Deməli, qammamızı bizə verib, qammamı 3 şəkildə verib və reaksiya deyir 33 dərəcədə 20 saniyə başa çatır. Deməli, T1 temperaturumuz 33 dərəcəyə bərabərdir. Reaksiyanın başa çatma müddəti T1 temperaturuna uyğun T1 zaman müddəti olacaq, hansı ki, bu da 20 saniyəyə bərabərdir. Deyir, reaksiyanın temperaturunu dəyişdikdə bu müddət 9 dəqiqəyə çatmışdır. Yəni, temperatur T2 temperaturu bilmirəm neçədir. Amma reaksiyanın başa çatma müddəti 9 dəqiqəyə çatıb. Yəni, T2-miz bərabər olacaq. 1 dəqiqəm 60 saniyədirsə 9 dəqiqəm təbii ki 9 vurulsun 60-a bərabər olacaq. Bunun üçün 60-ı 9-a vurmaqla T2-nin 540 saniyə olduğunu tapırıq. Reaksiyanın ikinci haldakı temperatur, yəni T2-ni tapmağı tələb edir. Bilirsiniz ki, Van 't Hoff qaydasına görə V2 bölünsün V1 bərabərdir T1 bölünsün T2, o da bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10-a. İndi burada T1-imiz 20-dir. T2-miz 540-dır. 20 bölünsün 540 bərabərdir qamma üstü, yəni 3 üstü T2. T2 haqqında məlumatım yoxdur. Çıxılsın T1, yəni 33 bölünsün 10-a bərabərdir. İndi buradan 20-ni 540-a böləndə təbii ki, ixtisar apara bilərik. Burada qalacaq 1 bölünsün 27. 1 bölünsün 27 bərabərdir neçəyə? Deməli, 3 üstündə təbii ki, düşünürəm ki, 3 üstü deməli, mənfi 3 ola bilər. Çünki 3 üstü mənfi 3, 3-ün kubu əslində 27-dir, amma 3 üstü mənfi 3 1 bölünsün 27 deməkdir. İndi mən 1 bölünsün 27-ni almaq üçün 3 üstü mənfi 3 almalıyam. 3 üstü mənfi 3 almaq üçün deməli mənim 3 üstündə, bax bu ifadə mənfi 3-ə bərabər olmalıdır. Onda kənardan yazaraq ki, T2 çıxılsın 33 bölünsün 10 bərabər olacaq neçəyə? Mənfi 3-ə. Buradan T2 çıxılsın 33 bərabərdir mənfi 30-a. T2-miz də bərabər olacaq neçəyə? Mənfi 30 üstə gəlinsin. Müsbət 33, mənfi 33 sağa keçəndə müsbət olacaq axı. O zaman T2-miz bərabər olacaq müsbət 3-ə. T2-miz müsbət 3-ə bərabərdir. Doğru cavab B variantında göstərilib. Yəni 37-də doğru cavabı B variantı kimi qəbul edə bilərsiniz. Növbəti, deməli, burada elə bir yerlər belə düşübdür mənimlə. Baxın, biraz izah eləyəndə ardıcıl izah eləmədim, amma əsas odur ki, yəni hamısının izahı var da. 35, 38, 37 izah elədim. İndi gəlin belə edək. 39 və sonra da 40 izah eləyim. Bu şəkildə bitirək. 39-da adi şəraitdə maye aqreqat halındadılar. Asitat və aksalat turşusu. Ümumiyyətlə, asitat turşusu olsun, aksalat turşusu olsun. Bilirsiniz ki, turşulardan bir əsaslı karbon turşularının ilk nümayəndələri maye haldadır. İki əsaslı karbon turşuları isə bərk aqreqat halda olur. Asitat turşusuna maye desək də, aksalat turşusu iki əsaslı karbon turşusu olduğuna görə bərk aqreqat haldadır. Ona görə bunu götürməliyik. Gliserin və stearin turşusu. Gliserin maye aqreqat halındadır. Stearin turşusu isə deməli ali karbon turşusudur. Ona görə də maye yox, bərk aqreqat halında olacaq. Ona görə bu da getdi. Glikoz da bərk aqreqat halındadır. Ona görə bunu da götürməliyik. Fenol da bərk aqreqat halındadır. Düzdür, benzol mayedir, amma fenol bərk aqreqat halındadır. Anilinlə pentan turşusuna gələndə, anilin qatı maye aqreqat halda olan maddədir, sudan ağırdır. Su ilə emulsiya yaradır və ayrıcı qıf vasitəsilə sudan ayrılır. Pentan turşusu isə karbon turşularından ilk nümayəndələri bilirsiniz ki, maye aqreqat haldadır. Deməli, pentan turşusu da maye aqreqat halda olacaq. Ona görə də 39-da Y variantını qəbul edərsiniz. 40. Məhlulların alüminium qabda saxlamaq mümkün olan duzları müəyyən edən qəşəng sualdır. Ümumiyyətlə, mühit verən duzları alüminium qablarda saxlamaq olmaz. Niyə? Çünki alüminium amfoter metaldır. Amfoter metal olduğuna görə həmçinin sinkdən hazırlanmış qablarda da saxlamaq olmaz. Çünki alüminiumdur, sinkdir, ümumiyyətlə berilyumdur. Bilirsiniz ki, bunlar amfoter metallardır və amfoter metallar mühit verən yerdə saxlamaq olmaz. Məsələn, əgər mühit qələvi olsa, qələvi mühitdə alüminium qələvlərlə reaksiya girə bilər və ya da ki, mühit turş mühit olsa, alüminium turşlarla reaksiya daxil ola bilər. Ona görə də mühit verən duzlar götürmək olmaz. Kuprum SO4-də mühit turş mühitdir. Ona görə də alüminium amfoter metal olduğuna görə turş mühitdə turşla reaksiya daxil ola bilər. Ona görə bunu götürməyəcəyik. Kalium sulfitdə mühit qələvi mühitdir. Qələvi mühitdə alüminium saxlamaq olmaz, çünki reaksiya girə bilər. Kalium nitratda mühit neytral mühitdir. Neytral mühitdə reaksiya baş verməyəcək, götürə bilərik, çünki neytral mühitdə nə H müsbət, nə də OH mənfi ionların artıqlığı müşahidə olunmur. Mühit neytral olaraq qalır. Natrium xlorda da həmçinin qüvvətli əsas qüvvətli turşdan ibarət olan duz olduğuna görə mühit neytral mühit olacaq. Burada da saxlaya bilərik. Natrium karbonatda mühit qələvi mühitdə olmaz. Barium nitratda isə mühit neytral mühitdir. Qüvvətli əsas qüvvətli turşdan yaranıb və neytral mühitdə təbii ki, alüminiumu saxlamaq olar.
Ona görə də doğru ifadə 3, 4, 6 olar. 3, 4, 6 isə bizə 40-da B variantında göstərilibdir. Yəni bu şəkildə izah elədik. Ümidvaram ki, faydalı oldu müəllimlər. Gecəniz xeyrə qalsın. Sağ olasınız.